Değerli yoldaşlar, bugünkü təlim mövzumuz sadələşdirilmiş verginin hesabatın praktiki olaraq hazırlanması olacaq. Üstəgəl bir nömrəli əlavəsi olacaq. Sistemə görə işləyirmi? Bircə saniyə, dəqiqə. Bugün işləyir. Bir ara işlədi, bir ara işləmədi. Okey, işləyir. Çox gözəl. Bircə saniyə bunları silin. Baş desəniz real hesabat da verərik. Sadəcə mexanizm başa düşək, hesabatlar çoxdur. Şərti olaraq 2024 4-cü ilin üzərindən gedəcəyik. Ümid edirəm ki, ilk dərsimiz maraqlı keçdi. Bizim elə bundan sonra sizinlə bir 10 dərsimiz də olmasa var. Çalışın məhsuldarlığı qoruyaq. Bir kere danışıb bu dərsə giriş edək. Məhsuldarlığı qoruyaq. Birinci dərs bizim üçün çətin oldu, həm tanışlıq, həm dərsə giriş eləmək. Artıq sizin kollektiv olaraq bu 600-700 nəfər şəxslə bir xoş korporativ münasibət yaranıb və dərslər artıq rahatlığı ilə davam edəcək. İndi biz bugün nələr öyrənəcəyik? Bugün siz bilmə belə desək, istənilən bir sadələşdirilmiş vergi ödəyicisi üçün bəyannamənin tərtib edilməsi, bütün bu pozisiyalar keçiriləcək. Təkcə mən burada bu topaz, qullatları falan bunları keçmirəm. Bunların işini görürəm də dərsini keçirəm. Yəni bunu bir dənə hissə işindən başqa qalan nə var izah edəcəm. Bir də bu bir nömrəli əlavədə maraqlı işlərimiz olacaq. İndi gəlin mən sizə məlumat verim. Bizə xahişim ondan ibarətdir ki, biz birinci dərsdə zaten bütün məsələləri danışdıq. Bu ekrana bir toxunmayaq. Bu yazı düşür, mən də silə bilmirəm. Uşaqları buraxmışam artıq işdən gedib. Yəni onları texnik işlərə görə düşdürmürəm. Yazı düşür, video gələcəkdə sizə belə veriləcək. Bunlar olmasın. Bunlar olmasa çox gözəl olur. Bu birinci məsələ. Bugün biz sadələşdirilmiş vergi ilə bağlı demək olar ki, bütün praktiki pozisiyaları yerinə yetirəcəyik. Misal üçün, əlavə biri məsələnin formatına uyğun yığacaq. Ondan sonra əlavə konfigurasiyaları, əlavə alqoritmlər verəcəm. Misal üçün, sizlər bugün ümumi sxemdən əlavə olaraq nə öyrənəcəksiniz? Şirkətin ödədiyi avanslar. Məsələn, hesabatlar əksər şəxslər düzgün yerinə yetirilmir, yazılır. Alınmış avans sətri var, verilmiş avans sətri 3-4 il yazılır. Xidmət üçün ödənilən avans ayrı sətrə yazılmalıdır, mal üçün ayrı yazılmalıdır. Xaricə məsəl üçün bir onlar ayrı yazılmalıdır. Amortisasiya ilə bağlı xüsusiyyətlərə baxacağıq, gələcək dövrün gəlirləri, gələcək dövrün xərcləri, kredit borclarına digər öhdəliklərin bölgüsünü yaradacağıq və konkret olaraq bizim hesabatımızda bərabərlik düzgün çıxacaq. İndi əlavə belə keçməmişdən öncə başlayaq bu hissəyə. Hesabat dövrüdür. Hal-hazırda oktyabr ayı 3-cü ayın 3-cü ilin hesabatlarını təqdim edirik. Biz məsələmizin formatına uyğun gedək. Məsələmizlə mən sizə müəyyən qədər tanış eləmişdim. Ekranda gördüyünüz, burada bir texniki səhvlik var, onu düzəldim. Bu ekranda gördüyünüz data X bir şirkətinin sadələşdirilmiş vergi ödəyicisinin USOT məlumatlarıdır. Satışla bağlı. Bu birinci cədvəl satışdır. Sonra bu alışlar, xərclər, bunlar, ambar, bunlar hamısını izah edəcək. Əlavə belə yığılacaq. Ümumi olaraq biz üzr istəyirəm, çat hissəsindən fikir bildirim. Cədvəldən danışdıq mı keçəndə, yoxsa danışmadıq. Danışmadıqsa bunu təhlil edək, sonra keçək. Danışdıqsa buna vaxt itirməyək. Yəni çox vaxt itirməyək. Danışmamışıq. Deməli dəyərli yoldaşlar. Okey, aydındır, davam edir. 2 nəfərin işi qane eləyir. Düşünəm aşağı. Baxın bu birinci rübün satışıdır. Bu birinci rübdür. Bu ikinci rübdür. Bu üçüncü rübdür. Bu da dördüncü rübdür. Biz dördüncü rübün hesabatını verək. Dördüncü rübün hesabatını ona görə doldururam ki, əlavə birdə dördüncü rübdə istifadə edirik. İki işlərdə istisna var, əlavə birini onu ayrıca deyəcəm. Bu dördüncü rübün hesabatını verək. Deməli bizim vergi mükəlləfiyyətimiz üzrə hesabatın təqdim olunma vaxtı rüblü ilə sadələşdirilmiş vergi. İki formada olur əslində. Rüblü sadələşdirilmiş vergi bəyannaməsi də var. Aylıq da var. Aylıq nədir? O ayrıca növ taksida göstərəcəm sizə. Biz ümumi olaraq rüblüdən istifadə edirik. Rüblü bütün növbəti ayın birindən 20-sindəki hesabat təqdim olunmalı. İndi biraz onlara sürətlə danışım. Məlumat çoxdur. Yenə istəyirəm ki, bu məclisimiz yavaş-yavaş belə canlansın, daha yaxşı olsun, hamımız kolleqayıq, hamımız buradan xeyir götürsün də, fayda götürsün. Eyni elə mən də sizdən faydalanım. Bu dördüncü rübün hesabatını veririk sizdən. Bu da olacaq. Düşünün ki, indi 2026-2025-ci ilin yanvarın 9-udur məsəl üçün. 2025-ci il yanvar ayıdır. Artıq biz 2024-ün 4-cü rübün hesabatını verə bilərik. Bu formada özümüz üçün qəbul edək. Hər vaxtınız xeyir olsun. Özümüz üçün qəbul edək. Gəlin incələyək. Bu M hərfi mal satışıdır. Malların qayməsidir. Şirkət olaraq biz 2 ədəd mal qayməsi yazmışıq. Bu X hərfi xidmətdir. Biz həm də xidmət satırıq, həm də xidmət satırıq. Bu Y hərfi yaşadır. Catering olaraq yemək satırıq. Bunları belə bölürəm sizin üçün. Sonra keçirəm bu qaymə satışıdır. Biz təxminən 8 ədəd qaymə göndərmişik. Ümumi olaraq indi bu rəngləri götürürəm. Ümumi data budur. Qaymənin çox məlumatları bunlar. Bu alqoritm qaymənin çox məlumatı. Sonra da ödənişləri ödənilir və heç bir borc qalmır. Bunu bildik. Ümumi rübli 2100 manatlıq elektron qaymə göndərilir, 2100 manatlıq mədaxil baş verir. Bu bir tərəf bizim kassa aparatlarımızdır. Bizim vergi ödəyicisi olaraq 2 kassa aparatımız var. Birini şərti olaraq öz dönərxanamızda, kafemizdə quraşdırmışıq. Biri də mağazadır. Bir dərnəgüldə mağazadır, bir dərnəgüldə restorandır misal üçün. Burada aylar üzrə bütün satışlar yazılır. Burada ümumi gözümüz parça yazıyor, aylar istəyir. Bu desəncə oktyabr ayı. Baxın bu iaşədir. Misal üçün bu iaşədir. Bu da mağazadakı kassa aparatının dövriyyəsidir. İndi vergi yeni bir data gətirib avtomatik olaraq verir zaten görəcəksiniz. Bizim kursda vermirik. Çünki biz ödənişləri biznes kartı qəbul edirik. Amma kassa aparatı ilə bağlı əməliyyatlar birbaşa göstərir. İndi bu hissə aylıq oktyabrda restoranda 450 manatlıq dönər satmışıq. Noyabrda da, dekabrda 550 manatlıq. Sonra oktyabrda mağazada 11200 manatlıq mal satılır, 12800 manat, 13000 bu formada satışlar. Bu aşağı isə xidmət sektoru üçün qərzlə rəsmiləşdirilən əməliyyatlar. Oktyabrda 100 manatlıq xidmət satmışam, noyabrda satmamışam, dekabrda yenə 600 manatlıq satmışam. Ümumi olaraq 4-cü rübün dövriyyəsi 2100 manat bu qaymə, 1450 manat restoranın kassa zetləri, 37000 pərakəndə satış, 700 manatlıq xidmət. Toplayanda bu gəlir eləyir 41850. Bu rəqəm düz demədi. Gözün hələ bu nəsə düzgün hesablamadım. Gözün 2100, 1450, 37700. Hə, düzəldi. 41250. Baxın burada 4-cü rübün datalarını vermişəm. Ümumi olaraq vermişik ki, ancaq rahat olsun. Ümumi demişəm ki, 2100 manatlıq 4-cü rübdə elektron qayma olub. Burada görürük 38450 manat kassaya satış vurulub. Bu ikisini cəmi edir. 700 manat xidmət satmışıq. Bu da bu 700. Ümumi 41250. Amma bizim burada əlavə bir gəlirimiz də var. Bu xərclərdə müsbət məzəndə fərqimiz var. Xərclər deyəndə bu əməliyyatlarda baxın bu xətt ki var, bunu burada göyərdirəm sizin üçün. Biraz da cədvəli böyüdürəm. Çəkirəm sağa 300 manat müsbət məzəndə fərqi var. Biz keçən dərs ümumi olaraq danışdıq ki, real fəaliyyətimizlə bağlı gəlirlər pula görə hesablanır. Amma satışdan kənar gəlir ki, var misal üçün müsbət məzəndə fərqi dövrənin həcminə görə birbaşa vergi cəlb olunur. Deməli bu 300 manatda burada iştirak edəcək. Amma bu 300 manatı hələ ki buraya yazmamışam. Ümumi alqoritmdə yazmışıq. Alqoritmdən faiz mənfəət hesabı hesabatı yığacağıq. Əlavə biri yığacağıq. Hələ ki bundan işimiz yoxdur. Ümumi tanış olduq. İndi gəlin keçək hesabat tərəfinə. Bu hesabatı təqdim edərkən sistemə daxil oldu. Hissə 1, hissə 2 və hissə 3 var. Hissə 1 verginin hesablanması üçündür. Vergi və azalma. Ümumi olaraq diqqətinizə bir məsələni də çatdırım. İndi bu cədvəllərə baxanda bizə lazım deyil. Ümumi proqramdır. Gəlin ekranı özümüz rahatlaşdıraq, əlavə faylları bağlayaq. Ümumi sahibkar 3 güzəştdən yararlanır. Yəni 3 güzəşt deyək, öz xeyrindən vergi tutma ilə bağlı 3 fayda alır. Bunun biri azad olmadır. Azad olmalardır. Donmalar olmur. Cəlalə xanım yazıb ki, donma var. Varsa bizdə internet normaldır dəyərli yoldaşlar. Yəni internet çox sürətlidir. Xüsusi olaraq əlimizin ayrıca internet qoşmuşuq. Xanım siz zəhmət olmasa yenidən ayrılın qoşulun, Cəlalə xanım zəhmət olmasa. Ya da internet paketini yeyin. Okey, vaxtımız getməsin, vaxtımız getməsin. Aydın. Deməli dəyərli yoldaşlar, deməli sahibkar azad olmalardan faydalana bilər. Bunlar çox önəmli faktorlardır. Güzəştlərdən faydalana bilər. Bir də azaldılmalı vergi deyilən bir pozisiya var ki, bu həm gəlir vergisində var, həm mənfəət vergisində var, həm sadələşmiş vergidə var, həm ədəbiyyat tip müəssisəsində var. Bunu ümumi kateqoriyalara mən özüm üçün belə təsdiq adlandırıram. Bu 3 bölgüdən istifadə edəcəyik. Bu iki güzəşt, bu iki hal hissə 2-də olacaq.
Amma bu bir üçüncü hal isə hissə 1-dən. Hissə 1-dən. Deməli o hissə 1-də ümumi vergi hesablanacaq və azalma verilə bilər. İndi o pozisiyaları deyəcəm. Başlayaq hissə 1-ə. Başlayaq hissə 1-ə. Bu gün biraz çox danışa bilərəm, sizi yora bilərəm. Öncədən hər birinizin ayrı-ayrılıqda, hər birinizdən üzr istəyirəm. Yəni diqqətlə qulaq asaq ki, məhsuldarlıq yaxşı olsun. 19 oktyabrda böyük bir webinarımız var. Təxminən 1000 mühasib boşalacaq eynianda. Təxminən elə hesablamışıq. Amma bizim üçün sayı fərqi tədris baxımından bir problem yaratmır. Əsas odur ki, webinardakı adamlar düzgün statuslarında olsun. Yəni bu şəxsi keyfiyyət baxımından bilmirəm. Yəni mühasib olsa heç bir problem olmur. Mühasib biz başa düşürdə belə deyək. Mühasib maliyyəsi audit. Biz dərsimizi keçirik, axırda bazarlar birləşir. İnşallah bazar günü də qoşulun. Bu gün əməkdaşımız hamımıza bir bildiriş göndərib. O qrupa qatılın. O qrupa qatılmayan dərsə qoşula bilməyiz. İndi bu 801, 802, 803 başlayır. Mən burada 4-cü rübü seçmişəm sizin üçün. 4-cü rüb nə deməkdir? Oktyabr, noyabr, dekabr deməkdir. Burada avtomatik verib 10-cu ay oktyabr, 11-ci ay noyabr, 12-ci ay dekabr. Yəni biz 3-cü rübü seçsəydik burada 7, 8, 9 olacaq. Belə bir qənaətə gəlirik ki, 801-ci sətir rübün 1-ci ayıdır, 802-ci sətir rübün 2-ci ayıdır, 803-cü sətir rübün 3-cü ayıdır. Amma bunlar sətirlərdir və bunlar vergi tutmanın tərkib hissələrini təşkil etmir. Necə? Bu dövriyyəni istəyir bu sətirlər. Ola bilsin satmışam, pul almamışam. Bu 3 sətir dövriyyəni istəyir. İndi bu praktikada nələr baş verir, onlara bir ayrıca deyəcəm. Bunları bildik bu üçün. Bu rəqəmləri dolduracağıq. Bu 200 bu sətirlər, bu sütunlar nədir? Deməli, sadələşdirilmiş vergi ilə bağlı hesabatın hissə birində üçlü mexanizmdir. 8% mexanizmi, 2% mexanizmi və 0.5%. Baxın bu 2% normal vergi tutma xəttidir. Buraya yazılır. Bu 8% bu restoranlar üçündür. Bu 0.5% bu prezident tərəfindən təsdiqlənmiş iqtisadi zonlardakı mağazalar, dönərxanalar və sair var onlar üçün. Onu ayrıca danışaq. Bu məcəllədən qıraq tənzimlənir. Biz deyirik ki, bizim mağazamız məsəl üçün yerləşir Sədrəqə, misal üçün Elşən Üstadın adlı Sədrəqə mağazası var. Mağazası var, onun hesabatını verir. Başlayıram, mağazada hər şey var, dönərmələr hər şey görülür. İndi başlayaq. Gəlin biz hesab görək. Oktyabırda alver nə qədər? Oktyabırdakı alveri hesablamaq üçün birinci növbədə bu rəng işlərini götürək, bizi çaşdırmasın. Bir yeni rəngləmə işi edəcək burada. Bunlar bizim işimizi rahatlaşdırır. Okey. İndi gəlirəm. Birinci biz burada dövriyyəni yazacağıq. Dövriyyə burada 3 mənbədən formalaşır praktik olaraq. Ya göndərdiyim qaymı olacaq, yəni oktyabırda. Ya oktyabırdakı kassa aparatları ilə satış olacaq, ya da ixrac olacaq xaricə. Bir də bu xidmət bəzən biznes kartla, qərzlərlə rəsmiləşir. Onlar da eyni qaydada. İndi ümumi hesablayırıq. Yəni oktyabırda görə bizim nə qədər miqdar qayməmiz olur. İndi maldır, xidmətdir, yaşadı heç bir fərqi yoxdur. Bu ədəbiyyatdan mənfəətdən fərqlənir. Burada ümumi sətir. Baxıram, bu oktyabırda bir qaymə. Yəni oktyabırları verirəm sarı. Bu ikisi oktyabırda 2 qaymə. Deməli oktyabırda 3 qayməmiz var. Ümumi 150 manat, 50 manat 60 manat. Bu birlərin tarixi ayrıdır. Burada siz tarixdən görürsünüz ki, bunlar oktyabr ayı. İndi keçirəm kassa tərəfinə. Bu da oktyabr ayının kassaları. 2 kassa aparatı üzrə dövriyyə 450 manat, 11200 manat olur. Sonra keçirəm oktyabırda xidmətə, bu da 100 manat. İndi gəlin bunları toplayaq. 150, 50, 60, 450, 11200 və 100 manat. Toplam 12010 manat edir. 12010 manatlıq dövriyyəni yazıram bura. Üzr istəyirəm, səhv yazdım. 12010 manat. Bunu yazdım bura. Keçirəm noyabr ayına. Bu tez bitəcək. 15 dəqiqə bitirir. Noyabr ayındakı qaymələri başqa bir rənglə boyayaq. Məsəl üçün bu rəng. Noyabrda da 3 qaymə var. Tarixlərdən baxırıq. Noyabrda görürəm ki, noyabrdakı qaymələr bunlar. Sonra noyabrın kassa aparatlarından bağlı rəsmiləşdirmə rəqəmləri bunlardır. Noyabrda ümumiyyətlə xidmət satışı deyək ki, olmuyor. Bunları da cəmləyirəm. 145 manat, 355 manat, 190 manat, 450 manat, 12800, üstəgəl 0 manat. Bu demək 13940 manat aşağı hissədə görürsüz. 13940 manatı yazıram noyabra 11-ci ay. İndi keçək dekabrı yazaq. Bundan sonra iş biraz gəlizləşəcək. Dekabrda bu yerdə qalan əməliyyatlardır. Bunu da biz belə bir deyək ki, məsəl üçün belə bir qəşəng rəng verək, qırmızı rəng. Bu da olsun bizim dekabrın 2 qayməsi, dekabrın kassa aparatları və dekabrda xidmət satışı 600 manat. Ümumi cəmləyə. Məzəndə fərqi satışdan kənar gəlirləri bura qatmaq olmaz. Bu satışdan kənar gəlir deyil. Bu da təqdim edilmiş mal və əmlak. 801, 802, 803-dən müsbət məzəndə fərqidir, kreditorun bağışlanmasıdır, dividend misal üçün onlara müraciət yox. Bu sadə bizim əsas bu faktiki fəaliyyətlərimiz ki var. Müsbət məzəndə fərqi bizim fəaliyyət kodu olmur ki, o əlavə satışdan kənar gəlir. Yəni bizim məqsədimizdən, bizim prinsipimizdən, bizim satış istiqamətimizdən əlavə formalaşan gəlir. Onların burada heç bir şey yoxdur. Burada yalnız bizim fəaliyyət kodlarımız. Misal üçün perakəndə satış, topdan satış, xidmət satışı, dönərxana misal üçün bəs onları götürdük. Hə, 300 manatın yeri ayrı olacaq. Bu dekabr ayında toplayaq sizin icazənizdən 145 üzr istəyirəm. Qırmızı oldu. 650 manat, 500 manat, 550 manat, 13000 manat al. Toplam 15300 manat. 15300 manatı götürürəm, bu hissəyə daxil edirəm. Artıq mən bu sütundan istifadə edirəm çünki 2% vergi ödəyəcəm, 8% deyil. 8% olsaydı bu sütunları doldurar. Hətta burada nida verir ki, Ayşən, burada qaymədir, enkadır və ixracdır. Bunları götür yaz. Yəni ümumi üzr istəyirəm. Ümumi olaraq dövlət vergi xidmətinin sistemi üçünü hesablaya bilir. İndi əlavə gəlirlər formalaşırsa, xidmət misal üçün kassaya vurulmuyor, qaymaq olmuyor, misal üçün ümumi özün cəmləməlisən. Bunu yazdım. Keçirik 804-cü sətrə biraz mən özümə də deyirəm, başqa özüm olmaqla və sizə də təmkinli ola bilər, səbirli ola. Hamı qoy başa düşsün çünki burada məndən savadlı adamlar da var, biraz az bilən adamlar da var. O hamı öyrənə bilsin. Mən hamını nəzərə almışam. Dərsin reqlamenti hamı üçün xidmət eləsin. Hə, bu hissə nədir? Bu hissə keçən dərs biz danışdıq ki, vergi məsələsinin 219.1-ci maddəsi var. Sadələşdirilmiş vergi necə hesablanmalı? Bu cümləni biraz əvvəlindən kəsiblər, biraz axırından kəsiblər, götürüblər bu cümləni yazıblar. Həmin cümlədir. Deyir indi Elşən, sən bu alveri yazmısan bura. Bura nə yazsan buna vergi hesablanacaq. Düsturda belə olur. Əgər malı satmışamsa, malı və əmlakı satıb pulunu almışamsa yazacam bura. Amma satışdan kənar gəlirdə pul məsələsi bir dövriyyə. Misal üçün. Deyək ki, mən bütün pulları almışam. Bütün pulları almışamsa, bir növ belə desək, bu üçünü cəmləməliyəm. Üçünü cəmləyəndə 41250 edir zaten. Aşağıda zaten cəm verilir. 41000 oldu mu? 41250. Burada düzəldəcəm. 41250 bütün alverin pulunu almışam. İndi bunu genişləndirəcəm. Hələ ki bunu yazaq. Hələ ki bunu yazaq. 41250-ni yazdım. Avtomatik 41250-yə 2%-dən 825 manat vergi hesablanır. Sonra əlavələr edirəm. 300 manatdan müsbət məzəndə fərqi var. Satışdan kənar gəlirdə 804-ə yazılmalıdır. Bunu toplayıram. Buradan mən san verək özüm üçün. 41550 oldu. Hə, 41550 eləməliyik. Bunu silməliyik bu 804. 41550. Sonra qayıdıb deyirəm ki, bizim borc var idi. Borc köhnə. Misal üçün bu qayməni görürsüz bu aşağıdakı qaymə. Bunun pulu ödənilməmişdi. Lap doğrudan da deyək ki, bu 100 manat ödənilməmişdi. Bunu fevralın 6-sı göndərmişik. Yemək qayməsi. Bu 100 manatı gətirib noyabrın 8-i 15-i bizə ödədilər. Noyabrda debitor borc. Yəni köhnə hüquqların pulunu da bu ay alırsa, bunu vergiyə cəlb eləməliyik. Deməli mən bunu bu 700 manat ki qaymə satışı olub birinci rübdə, bunun 600 manatını deməli vergiyə salmışam. Bu 100 manatı salmamışam. Bu 100 manatı noyabrda aldım, noyabrda 4-cü rübdür. Deməli bu 100 manatı da bunun qırağına yazmalıyam. Toplam oldu 41650. Götürüb bura 41650 yazmalıyam ki, vergini düzgün təqdim edib dövlət vergi xidmətinə. Aydındır. İndi gəlin buna düstur verək. Bu 804-cü sətr nə olacaq? Bir pozisiya var, onu da deyim. Misal üçün. Deyək ki, bu qaymələrin pulunu almamışam. Bu qaymələri sildim.
0 manat. Qaymə ödənişi gəlmir. Qaymə ödənişi gəlmirsə, bizim ümumi alverimiz 41.250-dir axı. Deyək ki, buradan 2100 manat almamışam. Bunu silirəm. 39.150-ni götürürəm kassayla, kassaları götürürəm, bir də bu xidmət 39.150. Qaymə pulu gəlmirsə hesabata salmıram. Yuxarıda yazıram. Bunun heç bir şey aidiyyatı yoxdur. Bunlar yazılıb. Bunlar dövriyyədir. Vergi buna nəzarət edir. Amma deyək ki, qaymələrin pulunu almamışam, birini almışam, birini almışam. Nə alırsansa onu. 39.550-ni götürüb yazacağam indi ki, bura. Mən çalışıram ki, bütün versiyaları deyim. İndi bir dənə variant deyim, avansı da deyim, ondan sonra tərif verərəm. Bir də deyək ki, dəyərli yoldaşlar. Mən misal üçün avqust ayında avans almışdım. Avqust ayında 50 manat avans almışdım, 50 manat. Kimdən almışdım? Baxın bundan. Görürsünüz, bu xətti görürsünüz, baxın bunun rəngini edirəm burada. Başqa rəng elədim, bu qəribə rəng gəldi. Bu 50 manat ki, qayməsini oktyabrın 19-u vurmuşam. Bunun pulunu avqustda almışdım. Avans vergiyə cəlb olundu. İndi oktyabrda qayməsini vurmuşam deyə, oktyabrda bunu vergiyə hesablayıram. Qaymə təqdim olunduğu üçün oktyabrda yazılacaq. Pulunu da oktyabr üçün sayacağam. Yəni bu il üçün sayacağam. Nə olsun ki, mən avans almışdım. Avqust 3-cü il olub. Orada vergiyə daxil olmaz. Ümumi indi tərifi belə veririk. Bura üçün tərif budur ki, qaymə, enka, ixrac, xidmət sektoru. Fərqi yoxdur. Qayməni yazmısınız, pulunu almısınız, pulunu avans almışsınız, qayməsini yazmısınız, heç bir fərqi yoxdur. Bunları belə təmiz yazırsınız. 804-cü səhifədə belə olacaq. Cari rübün, qaymə satışından gələn pul, enka satışından gələn pul, ixracdan gələn pul, köhnə rüblərin debitorundan gələn pul, bir də satışdan kənar gəlirin həcmi. Eyni qaydada avans üçün real qaymə vurmuşsa o dövriyyə də zaten burada cəksini tapacaq. Aydınmı yoldaşlar? İndi gəlin biz bu əməliyyatları bitirək, başqa cür yazaq. Biz ümumi 41.250 manat və 300 manat da satışdan kənar gəlir. Toplayıram 41.550 manat. 41.550 manatı buraya yazdım, vergi hesablandı. Filan fandır avans qaranlıq qaldı. Yaxşı sual. İndi yaxşı mən bu avansı icazənizlə izah edim. Bir dənə bu avansı ayrı izah edeyim. Baxın dəyərli yoldaşlar. Deyək ki, biz bu ay kassa aparatı ilə 20.000 ayla gözləyim neçə dəqiqə. Tələsməyim göstərəcəm. Avans qaymı bir dənə qaranlıq qaldı. Avqust ayında 50 azim avans almışım. Okey, bu avqust ayı. Bunu saxladıq. İndi gəlirəm mən. 4-cü rübdə göndərdiyim qaymələrə baxıram. Bu qaymələrə baxıram. MT seriyası ilə. Düzdür? Bu qaymələr mənim göndərdiyim 4-cü rübdə təqdim etdiyim mal işlə xidmətin rəsmiləşdirmə sənədidir qaymə. Sadəcə və sadəcə. Deyirəm ki, bu 50 manatlıq qayməni vuranda bunun üçün borc yaratmır. Deyirəm ki, bunun pulunu zaten almışdım da mən. Bunu silirəm buradan. Bunu belə heç nə yazmıram. Deyirəm ki, bu 50 manatı zaten avqust avans almışdım da. Düzdür? Bu 50 manatlıq qaymə, hansı ki pulu qabağına alınmışdı. O həm burada olacaq 12 minin içində, həm də bu 41 minin içində olacaq. Bundan başqa asılması yoxdur. İndi filan tanımız Avqustda onu heç yerə yazmamışdı da belə başa düşdüm. Avqustda bəli, avqustda sadəcə onu sotumuza avans kimi almışdı. Yəni Excel-ə, bir hesaba və s. Avqustda hesabata daxil edildi, bəli. Fidan xanım fikir bildirir, xahiş edirəm. Qaranlıq qalsa bir daha təkrar et. Artıq bunu qaranlıq qalmaq başqadır. Bunu soruşun artıq. Bir var, misal üçün sadələşmişdən qədə sual yaranır, o başqa. Onlara tələsmə, WhatsApp ilə eləyək inşallah. Belə sualları mütləq qaydada verin ki, məhsul aldığınızda aşağı düşməsin. Onda avans olaraq aldığınızda yazmır. Düzdür? Bəli Fidan xanım, avqustun hesabatını açanda avqustda 802 yazmayacaqsan 3-cü rübdə. Bu rübdə yazacaqsan, bu rübdə. Yox, ehtiyac yoxdur, vergi heç maraqlı deyil. Avans var, əlavə bir də var. Burada yoxdur, hesablama hissəsində yoxdur. Kassa metodu deməyək də bu dəyərli yoldaşlar. Hesablama diqqətlə qulaq asaq. Bilirsiniz, bu öyrənmə mexanizmi ki var. Mən çox istəyirəm ki, biz sizdən böyük uğurlar imza ataq. Bu vergi savadlılığını artıraq. Bizdə problem nədir? Mən məsələn İqtisad Universitetini bitirmişəm. 2 dəqiqəlik nümunə çəkim sizə dərsin davamı gedirəm. Mən tamam başqa bir ixtisasın sahibiyəm. Amma vergi münasibatlarına bağlı geniş biliklər almışıq da, tədrislər almışıq, gömrüklə ilə bağlı hüquq təlimləri hətta almışam da belə deyim. Natiqliklə saat. Baxın bizim problem nə olur? Universitetdə bu işi tam öyrətməyiblər. Doğrudan da mən universitetdə çox şey öyrənməmişəm. Kursların bəziləri hətta düzgün öyrətmir. Məsəl üçün kassa və hesablama metodunun sadələşmiş aidiyyatı yoxdur. Axı kassa və hesablama metodu hər şeyin yerini bilər. Kassa metoduna özümüzdən tərif yaratmayaq. Kassa metodu və hesablama metodu vergi məcəlləsinin 130-cu maddəsidir. Vergi məcəlləsinin 130-cu maddəsi nəyin maddəsidir? Mənfəət və gəlir vergisi. Sadələşmişdə kassa metodu. Cümlə başdan ayağa səhvdir. Cümlənin hərfləri belə səhvdir. Elə ifadə işlətmir. O artıq çox üzr istəyirəm. Biliksizliyin işarəsidir. Mən bunu qardaş kimi deyirəm. Məsələn, niyə biz biliyini görmürük? Niyə biz auditoriya qarşısında müsahibə götürərik? Niyə susturmuyoruz da? Bu dosyanı danışıram. Kimsə xəttə dəyişir, mən insan olaraq bunun haqqında danışıram. Xəttə dəyməyə düzgün deyil. Açıq danışıram ki, kassa metodu. Kassa metodunun tərifini tapıb göstərirəm. Yuxarıda yazır. Bir şey var. Sadələşmiş hara kassa. Ədəbi hara kassa. Onu indi kimsə məqalədə nəsə yazır, özündən nəsə kəşf edir, məqalədə də buraxır, kitabda yazıb. Hər yazılan düz deyil ki. Metodları qarşılayın. Sadələşmiş vergidə kassa metodu, bax siz o kassa metodu məntiqi ilə götürsəz, yenə o düz gəlmir. Təqdim etmədə puldur, satışdan kənar gəlirdə dövriyə. O yazar da məsələn, heç nə yazmır. Biz özümüzdən niyə təzə? Yox, mən yoldaş qəşəng sual verdim. Ayda xanım super bir sual, kassa metodu. Görürsün nə qədər müqayisə yarandı, nə qəşəng müzakirə apardı. Bu xanımın ümumiyyətlə yoldaşlarına deyirəm, indi bu ifadələr əslində dərs üçün uyğun ifadələr deyil, yoldaşlarına, dostyana müqayisə olmamalı. Səmimiyyət olsun deyə. Burada rəy bildirəndə kimsə cavab verməsin. Bu suallara mən cavab verirəm. Bir ikhtilaf xanım yuxarıda yazır, transfer açıqlama verir. Özü versin də əllə yaza bilər. Kassa mədaxil qəbzi istifadə olunur. Bəli, Ziya bəy, kassa mədaxil qəbzi bir növ belə desək, xidmət sektoru əməliyyatları, kassa aparatı yoxdursa, kassa mədaxil qəbzini rəsmiləşdirir. Yəni onu o formada hesablayırsınız. Kassa mədaxil qəbzini həm dövriyyə kimi yuxarıda göstərirsiniz Ziya bəy. Yuxarılarda hansı aya düşürsə, həm də pul kimi aşağıda yazırsınız. Amma avans almısansa yenə onu baxırsan məsələyə. Avans dediyimiz kimi olacaq. Avans məsələsi dediyimiz kimi olacaq. Avans MT qayməsi ilə əvəz olunduğu, yəni kassa olar. Mən başa düşmədim Ziya bəy. Açın bu səsi danışın da nə olar? Açın danışın da. Danışa bilirsiniz, açın bu səsi. Kassa aparatımız varsa, kassa mədaxil orderini istifadə etməyimizi sual verirəm. Bizim kassamız varsa, necə olur kassa mədaxil? Kassa mədaxil orderi. Bəli, kassamız varsa, çalışanlarımızı ora vurmalıyıq. Ya ikisi də eyni vaxtda istifadə olunurmu? Budur mənim sualım. Çox gözəl sual. Ziya bəy bizim bəyannamələrdə olan Ziyadır, yoxsa başqa Ziyadır? Hə, odur. Hə, Ziya necəsən? Yaxşı. İndi Ziya sən bizimki sən biraz da qaralayacam sən. Deməli, birinci kassa mədaxil orderi ifadəsi səhvdir. Kassa mədaxil qəbzi var, kassa çalışdırırsan danışdım. Baxın bu kassa mədaxil qəbzi ayrı. Sən bunlarda ehtiyatlı ol. Bunlar çox vacibdir, səyyarlarda yazılır. Bir də var kassa mədaxil orderi. Kassa mədaxil orderi. Bu kassa mədaxil orderi hamı üçün vacibdir. Bu topdan bir fəraqəndədir. Bu kassa mədaxil orderi başqa bir şeydir. Tələsməyin. Kassa mədaxil qəbzi xidmət sektorunda order ifadəni səhvdir. Düzgün ifadə işlətmə. Kassa mədaxil qəbzi məsələn 5 qapda var, gözünü çıxartmışlar. Dəyərli olacaq. Bu kassa mədaxil qəbzi. Bizim kursun olmalı deyəsən. Beyin qrup, gözün ekranı açın. Baxın bu sənədlə
Bu kassam balaca kitabçada belə deyək. Bu sənəddən mən ödənişləri alıram. Ziya gəldi bəyannamə tərəfindən 400 manat ödədi. Yazıram hesab kururam. Bir nüsxəsi Ziyada, bir nüsxəsi məndə. Səhər mən Ziyanın üzünə qalsam, sən pul verməmisən, Ziya deyəcək sənin hesabın var, sənin imzan var. Bu ödənişi göstərir. Kassa aparatı olmayan nöqtələrdə xidmət sektoru bundan istifadə edir. Yəni bu sənədə açıqlama verəcəm. Bir də var kassa mədaxil olur. Bu artıq 2 qat ondan böyükdür. Bu nədir? Məsəl üçün məndən gün ərzində, bütün Bravo, Bazarstov falan hamısı bunlardan işləyirlər də. Mənə gün ərzində 10 nəfər gətirdi pul ödədi. Kasım pulunu bu qəbzdən rəsmiləşdirdi. Deyək ki, bir nəfər oturmuşam burada, pulları alır, yığış qafa 4000 manat yığıb. Günün sonu həmin pul ötürülməlidir kassirə. Kassirə. Həmin o satış meneceri pulları götürüb yaxınlaşır bütün kassirə. Kassir nə edir? Günü bu sənədlə bağlayır orderlə. Ümumi yazır ki 4000 pul gəlir. Order. Deməli birinci sənəd olur kassa mədaxil qəbzi. İkinci sənəd olur order, üçüncü sənəddə kassa kitabı olur. Bunun əsasında kassa kitabı yazılır. İndi sənin sualına gələndə nəzarət kassa aparatı məcbur olan nöqtələr üçün mədaxil qəbzi istifadə etmək olmaz. Mədaxil qəbzi yox, əvəzində kassanın alternativ kitabçası olur. Kassa aparatı işləməyəndə həmin kitabçaya qeydlərə aparırsan, ondan sonra kassa üzərində vurursan kassa. Bu belə. Aydın yoldaşlar. Bəzi istisna Təşəkkür olan necə? Təşəkkür edirəm. Çox aydın oldu. Qəbzlə order arasında fərqin dəlildir. Hə, bu order ki var. Bu order misal üçün kassa aparatı olan otel. Otellərdə misal üçün kassa mütləq. Amma oteldə kassadakı pulu sayıb kassirə təhvil verəndə bu kağızdan verəcək. Daha doğrusu bu kağızı kassir verəcək pulu yığana. Ki biri səndə, biri məndə. Doğrudan mən bu adamdan pulu aldım. Onu sübut edir. Aydın yoldaşlar, ümid edirəm ki, müəyyən qədər sənədlər sizə fayda qatdı. Qəbzlə orderi qarışdırmayın. Order hamıda olmalıdır. Böyünə açanda mətbəədən alın. Qəbz isə xidmət sektorunda kassa aparatı olmayan, kassa məcburiyyəti olmayan şəxslər üçün vacibdir. İndi qayda hesabatımıza. Görüm yoldaşlar burada başqa sual yazılmı? Deməli, avans qaymə yazıldı 800. Bu avans qaymə mən başa düşmədim ifadə etmə məna kəsbidir. Xanım istəsə səsi açıb fikir bildirə bilər. Baxın, avans 2024-dən onu çıxartdılar. Bizim bütün düşüncəmizi qarışdırdılar bir-birinə. Yəni mühasibəni də çaşdırırlar. Bir var avans qayməsi. Bu keçəcək bunların hamısını. AA seriyası ilə olur. AA seriyası. Bir də var normal qaymə, malların xidmətləri. Bu MT seriyasına olur. Hərəsinin öz pozisiyası var. Bu AA falan qoyun qırağa. Bu bizə lazım deyil. MT seriyasına olan qaymələr normal təqdim etmə. 801, 802, 803 əksini tapmalı. AA seriyasının burada işi yoxdur. Sonradan indi avansı avqustda almısınız. Qayməsini yazanda real MT qayməsi. Yuxarıda da olacaq, aşağıda da olacaq. Bizim işimiz çoxdur, dəyərli olacaq. Bundan çox vaxt deməyək. Əlavə bir əməlli başı yorulacaq. İndi tələsməyin. Keçən növbəti hissə. Biz 804-də 41 min, indi belə deyim, sizdən xahiş edirəm. Hər sualda yazmayaq. Bu çox vaxt aparır ona görə. Bəzi balaca sualları buyurun yazın. Bəzi balaca sualları və soruşmaq olar, bir şəxsdə soruşmaq olar. Bu 804-də 41550 manat yazdıq. Bunun 41250 manatı satışın puludur. 300 manatı da satışdan kənar gəlir. Yəni müsbət məzənnə nəfər. Vergi dilki zəhmət olmasa ay eşəm. Bu 804-ü sənin üçün qoymuşam, satışdan kənar gəlir. Yəni 300 manatı yazdım. Əgər varsa satışdan kənar gəlir, buraya yaz biz bilək. Yəni yuxarı satışla bağlı gəlirlər, aşağıda satışdan kənar gəlirlər. Ortada da bütün pulları cəmdir yazır. Bu belə. Bunu yazdıq. 2%. Deməli 801, 802, 803, 804, 804 götürək. Bunlardan danışdıq. 805 verginin dərəcəsidir. 806 hesablanmış vergidir. Ödənilməli vergidir. Ödəniş nə qədər olsa ola biləcək. 807. Hə mən bunu deyirdim. Bu 807 azalmadır. 3 dənə halı var. Biri 2020-ci ildə, 2023-də, 2024-də. İndi gəlin bir izah edin. Bu 807.1, 807.2, 807.3 var. Məsələn 2 manat qoy yazıram, 3 manat qoy yazıram, 5 manat bura. 2 3 5 oldu 10 manat. Baxın bu 10 manat 831-dən çıxılır. 821 manat vergi ödəyir. Yəni bunun məntiqi mahiyyəti verginin azaldılmasıdır. İndi gəlin bu pozisiyaları sizə izah edin. Ən vacibi budur. Vergi məcəlləsinin 221.1-1-ci maddəsi var. Deməli bunlar kimə şamil olur? Diqqətlə qulaq asın, bəzi yoldaşlar yəni bunu bilməz. Birincisi sadələşdirilmiş vergi ödəyicisi olmalısan. İkincisi mikro sahibkar olmalısan. Bunların detallarını gələcəkdə gedir. Üçüncüsü də fiziki şəxs olmalısan. Yəni bu azadolma hüquqi şəxslər üçün deyil. Bu azadolma kiçik orta vergi sahibkarlar üçün deyil. Bu azadolma mənfəət vergisi ödəyicilər üçün deyil. Deməli sadələşmiş olmalıyam, mikro olmalıyam, fiziki şəxs olmalıyam. Nə demək? İndi gələcəkdə mən sizə vahid bəyannaməni keçirəm Fəza portaldan. Deməli biz bilirik ki, fiziki şəxslər özləri üçün hər ay sırf özlərinə aid olan hissələr. Məsəl üçün mən fiziki şəxsəm, Elşən Yusufzadə vergi ödəyicisi. 7 dənə burada əməkdaşımız var. Onlar əmək haqqı alırlar, mən almıram. Mən buranın sahibkarlıq subyektinin rəhbəriyəm də. O gəlir mənimdir. Mən nə öz əmək haqqı verirəm, deyək ki, istədiyim vaxt pulu götürürəm, qoyuram cibimə, kassadan mən xaric verirəm və sair verirəm. Amma işçilər maaş alır. Bu işçilərin maaşına aidiyyatı yoxdur müəllim. Sırf mənə aidiyyatı var. Mən hər ay özüm üçün MDS-i və İTS ödəyirəm. Bunu bilirik. Bunu keçəcək inşallah. Məsələn Bakı şəhərində xidmət sektoru 4-cü il götürsək oktyabr, noyabr, dekabr ayda 100 manat ödəyirik. Sadəcə ödəmişik. Ayda 100 manat ödəyirik sosial. Vergi deyir ki, ay Elşən, ödənişini topla sosiallarda. Əgər ödəmisənsə 300 manat edir. Bunun 25%-ni sənə kompensasiya edirəm. Bu deyir 75 manat. Düzdür? Yəni ödənilmiş sosialın 25%, yəni 75 manatını gətirirəm, yazıram bura, o 807.3-ə. 75 manat yazıram, vergim azaldı. 831-dən 75 manat azaldı, qaldı 756 manat vergi. İndi ola bilsin ki, misal üçün sizin oktyabrda fəaliyyətiniz 11.0 manat. Artıq burada 200 manat olacaq. 225%-i eləcə 50 manat. 50 manat azaldı biləcəksiniz. Aydındır? Ya da ola bilsin ki, məsəl üçün Xaçmaz şəhəridir. Xaçmaz şəhəri aylıq sosial 60 manat. Bunları gələcəkdə keçəcək sizdən. 60 manatlı sosial sığorta məqamı keçəcək. 180 manatın 25%-i 45 manat. Aydındır? Bu 45-i götürürlər daha sonra. Bu vacib azalmadır. Bəs kimlərsə bunu icra edir, mən edirəm. 2 ildir 2024-də birinci bunu istifadə edirik. Bu bir azalma. Azalma deməli azalma. Növbəti nədir? Növbəti 807.2. Vergi məcəlləsinin 227.1-ci maddəsi. Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərin rezidentləri 5 vergidən azaddır. Mənfəət vergisi, gəlir vergisi, əmlak torpaq və sadələşmiş vergi. Görürsünüz, burada yazılır. Yəni deyir ki, ay sən Qarabağın rezidentisən, ümumiyyətlə 75 sil buradan. Burada 831 manatı yaz, bura sıfırla vergi. Get Qarabağda dönərxana açmaq azasına istəyirsən, sadələşmiş vergi ödəyicisisən. Və burada yazmayıb hüquqi şəxslərin, fiziki şəxslərin onlara aidiyyatı yoxdur. Sadəcə bu maddədə yalnız fiziki şəxs idi. Burada fərqi yoxdur. Kimsən, sadəcə sadələşmiş olmalısan. Bu özgür. Bir də var, pandemiya vaxtı çıxdı ki, sadələşmiş vergi 50% güzəşt. Həmin maddə qüvvədən düşür. Amma debitor və digər məqsədlər üçün saxlanılıqda belə 50%. Yəni deyək ki, bu 2020-ci ilin hesabatıdır. 2020-ci ilin hesabatıdır 831 manat. Bunu böl 2-yə. Bunu 2-yə böləndə 415 manat 50 qəpik güzəşt götürür. Qalan 415 manat 50 qəpik mən ödəyirəm. Biz belə veririk hesabatı pandemiya vaxtı. Bu bizim üçün aktual olan, indi işğaldan azad edilmiş ərazilərin rezidentisisə bu iş olacaq. Belə bütün Azərbaycan bu maddə, bütün Azərbaycana aiddir. Bu maddə yalnız Qarabağa aiddir, bu maddə yalnız pandemiyaya aiddir. Amma bu maddə bütün Azərbaycan sənədləri çərçivəsində tətbiq olunur. Aydındır? Bunu bilək. Bu hissə bitdi. Bundan işim yoxdur. Bu bilirsiniz də 2018-19-da Bakıda vergi başqa idi, rayonlarda başqa idi, ticarətdə 4-6%. Bunlarla vaxt itirmək vacib deyil. 7 sətrə baxdıq, düşürəm aşağı. Yekun vergi burada öz əksini tapır. 810 nə yazılsa şəxsi vərəqəyə o işlənəcək. Hissə 1-i bağlayıram. Hissə 1-i bağlayıram, hissə 2-ni asıram. Hissə 2 nədir? İndi gəlin bir sadə pozisiya quraq sizin üçün, sadə bir pozisiya. Deyək ki, məsəl üçün 4-cü il, bunu da danışıram ki, sürə əlavə edirəm, bundan vaxt itirməyək. 4-cü il sadələşdirilmiş vergi. Biz nə edirik? Biz pomidor əkiri satırıq. Pomidor əkiri satırıq, kələm əkiri satırıq, göyərti əkiri, əkiri yetişdiririk satırıq. Və bir usta pomidordan şoraba düzəldirik satırıq, tomat sosu düzəldirib satırıq. Deməli biz həm əkib satırıq, həm əkdiyimizdən istehsalat edib satırıq da misal üçün. İndi 10 nəfər işini keçməmişik, 3-4 nəfər 2%-dən iş görürük misal. İndi mən hesablayıram. Oktyabr, noyabr, dekabr. Oktyabırda pomidor əkib satmışam
25 min manatdır. Kiloşunu satmışam da mağazamda. 5 min manatdır da şoraba satmışam. Şoraba artıq istehsalatda belə deyim. Noyabrda pomidor satmışam 23 min manatdır. Şoraba satmışam, misal qışda şoraba çox yerlərdə 7 min manat. Dekabrda yeni il qabağıdır, yaxşı alver oldu. 35 min manatda pomidor göyərti satmışam, 12 min manatda da şoraba satmışam. Vergi deyir ki 218 12 min manatlık da şoraba satmışam. Vergi deyir ki 218-1-ci maddə var. 218-1-ci maddə azad olmalar maddəsidir. Sadələşdirilmiş verginin azad olma və güzəştləri. Bu 5 hal üzrə tətbiq olunur bəyannamədə. Mən birini deyirəm. O birlər o qədər aktualdır, özünüz oxuyarsınız. Yəni bu hissə 2-ni ki açmışam azad olmadır. Baxın, bu kənd təsərrüfatıdır. Bu maddələri götürüblər. Bu maddələri götürüblər, yığıblar ora. Deyir ki, ay Eşən, bu pomidoru əkib satmaq vergidən azaddır. Ümumiyyətlə, kənd təsərrüfatının özün yetişdirib satırsansa, mənfəət vergisi, gəlir vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, əmlak və digər azad olmaları var müəyyən çərçivələrdə və yaxud digər hallarda azad olmaları var. Mən götürəcəm, ümumi burada hesablayacam. Ümumi hesablayacam ki, pomidor, deməli, 25 min, üstə gəl 23 min, üstə gəl 30. Bunlar balaca məsələ deyil. Bəzən bilmirlər, mühasib vergiyə salır bunu. Ehtiyac yoxdur. Bu da 5 min şoraba, 7 min şoraba, 12 min şoraba. Cəm rəqəm edir, 24 min eləyir bu. Ümumi deyirəm də, 24, 60, 83 min də bu edir. Mən götürüb hesabatı necə verəcəm? Şorabanı salacam vergiyə, bunu salmayacam vergiyə. Gəlin bunun hesabatını yığaq və tamamlayaq. Ümumi olaraq burada mən yazdığım rəqəmləri sıfırlayıram. Ümumi sıfırlayıram, yenidən yazıram rəqəmləri. Bunları sıfırlayıram. Hər şeyi sıfırlayıram buradan. Okey. Gəlirəm, şorabanı hissə 1-ə yazacaqsınız. Əkdiyiniz pomidoru hissə 2. Bu əvvəl BTB-də tam oxuna bilmirdi. Götürürəm. Şoraba 5 min, 7 min, 12 min. Yazıram bura. 5 min, 7 min, 12 min. Ümumi 24 min. Hamısını deyək ki, pulunu almışam. Yazdım bura 24 min. Yəni 480 manat 2%-dən vergi hesablandı. Deyək ki, bu azalmanı verirəm. Misal bu azalmanı verirəm, deyək ki, 75 manat bayaqki maddə. İndi keçirəm hissə 2-yə. Hissə 2-də pomidoru yazıram. Pomidoru da toplayanda 83 min. Elə deyil, bu 83 mini bir dənə yaz bura kifayət. Dövriyəni yaz bura, qutardı getdi. Hesabatı imzalayıram, göndərirəm. Aydındır yoldaşlar. Yəni azad olma olsa, vergi olsa, biri hissə 1-dir, biri hissə 2-dir. Bunu bilək. İndi bu hissəni tamamlayıb keçmək istəyirəm əlavə 1-ə. Sizin bu hissədən, bu hissə 1-dən, hissə 2-dən sualınız varsa buyurun. Sərbəstsiz, rahat sualınızı verə bilərsiniz. Yeni belə kəşflər eləməyək də, belə yormayaq insanları. Belə normal, praktikada çətinlik nöqtələri varsa mütləq qaydada bildirin, cavablandırın. Müəllim, o 25% güzəşt var idi. Tək orada işçilərin yox, tək işə götürən, muzlu şahid olmayanın. Və yalnız fərdi sahibkarın öz sosialı. Baxın, bunu deyirəm. Mən bunu gələcəkdə bu cədvəlləri sizin üçün səliqəyə salacağım. Burada bir cədvəl olmalıdır, gözünü açım sizin üçün. Baxın, bu sosial sığorta haqqında qanunun 14.5-ci maddəsinə əsasən biz MDS-i ödəyirik axı, düzdür? Yalnız bunu deyirəm sizə. Baxın, bu əməliyyatı deyirəm ki, misal üçün, Mingəçevirdə xidmət sektoru 80 manat sosial ödəyir. Bu 80 manatları götürürük. Sadələşdirilmiş vergidə icarə necə hesablanır, sualı başa düşmədim. Sualı tam başa düşmədim. Mən sualdan nəticə çıxarda bilmədim. Ya səslidir, ya da geniş yazın. Hissə 3 topaz falandır, onları mən tədris eləmirəm. Lotereyadır, topazdır, belə misli falan, belə şeylərdir. O vacib deyil bu dəqiqə. Yəni, kimsə o işləri görürsə əlavə öyrənir.
Çox sağ olun Cavid bəy. Yoldaş sual verdi. Yalnız bu sosial ödənişləri götürük, bunları keçəcəyik, yəni bunlara qalıb. Bunların levelına elə qalıb, yəni mərhələsinə qalıb. Sevgi xanım yazdı, sadələşmişdə icarə necə hesablanır? Sadələşmişdə icarə olmur da, yəni sadələşdirilmiş vergi ödəyicisinin icarəyə götürdüyü yeri deyirsinizsə, hələ ona qarışmırıq. Yəni biz hələ hesabatı bitirək, o başqa mövzudur. Hələ ondan danışmırıq. Əgər onu deyirsinizsə, Sevgi xanım, o qalıb hələ. Onu burada hazır avtomatik verir. Artıq konfigurasiya edirlər. Baxın, bura daxil olan kimi bütün vergini hesablayır. İndi bu köhnə rübdüdə icarə obyekti olmayıb, bütün vergini avtomatik özü hesablayacaq. Özü konkret dəqiq hesablayır, yəni heç bir məlumatı işləmir. Bundan danışarıq, narahat olmayın. İndi biz icarə müqaviləsini qeydiyyatdan keçirəndə deyəsən mənim avtomatik oradan özü konfigurasiya edib hesablayır vergini. Bəli, daşınmaz əmlak avtomatik düşür, daşınan əmlak düşmür də, bir növ belə deyək, onu özümüz yazırıq. İndi buradakı sətirlər nəyə xidmət edir? Bunları danışarıq da. Bu sadələşmişdən çıxmayaq elə. Sadələşmişdən fikrimizi yayındırmayaq. Hesabı məhkəməsinə pul qoyuram, o vergi hesablayır. Yox, vergi hesablanmır. Belə sualları deyirəm, şəxsizdə yazın zəhmət olmasa. Bu mövzuya aidiyyatı yoxdur. Hesaba qoyulan pulun sadələşmiş vergi heç bir aidiyyatı yoxdur. Fikrimizi yayındırmayaq. Yəni sərbəst dərs istəsəz gələcəkdə dəfə salarıq, suallardan atışarıq burada özümüz. Siz sual verərsiniz, mən sual verərəm, başqadır. Dərsin qaydası var. Nağlaşdırma vergisinin bu dərsə heç bir aidiyyatı yoxdur. Nağlaşdırma vergisi deyirəm, hesaba qoyulan pul. Vergi hesablanmır. İndi hesaba qoyulan pul hüquqi cəhətdən çox ad qoymaq olar ona. Bu hesaba pul nədir gəlib, nətər qoyulub, hansı sənəd əsasında qoyulub, faizlər hesablana bilər, onlara ÖMV hesablana bilər, bu başqa məfhumdur. İndi dəyərli yoldaşlar, vaxt itirməyək, hamımızın suallarını hörmətlə yanaşırıq. Amma siz də mənim dərs qaydalarıma hörmətlə yanaşın ki, mövzudan qırağa çıxmıyor. WhatsApp və bundan artıq nə istəyirsiniz? Cəmaət konsultasiya yazılır, pul ödəyir. Mən də deyirəm, nə sualınız var, yazın da şəxsidə. Belə izah edirəm də sizin üçün. Deməli, keçirik bu hissəyə, əlavə 1-ə. Bu əlavə 1-də əməlli başlı işimiz olacaq. Bu əlavə 1-in mahiyyəti nədir? Saat 11-in yarısı fasilə verərik, 12 işləmişdə inşallah bitirərik. Deməli, bu əlavə 1 illik datadır. İllik data. Ona görə mən qeydiyyatdan keçən yoldaşlar üçün belə bir qayda qoymuşduq ki, mühasib olmayanlar qoşulmasın bu təlimə. Niyə? Çünki burada mühasib olmayan bunu başa düşməyəcək. Bu təzə bir məlumat, bu yeni öyrədilən bir şey. Mühasib bunu bu əlavə 1 başa düşə bilər. Mühasib mənfəəti duyğusunu başa düşə bilər. Ona görə bir neçə yoldaş dedi, yox müəllim, mən qoşulmaq istəyirəm, yaxşı qoşul. Ona görə bu ibtidai suallar gəlsə də cavablandırmayacam burada. Çünki bu mühasiblər üçün mən danışıram, onlar zaten məni başa düşürlər. İndi davam eləyək. Aktivlər və kapital böhtəliklər. Şirkət vergi ödəyicisi olaraq 4-cü rübdə, 4-cü rübün hesabatını tərtib edərkən bu əlavə 1 doldurulmalıdır bu hissə. Bu yanvarın 1-dən dekabrın 31-nə qədər olan uçot məlumatlarını, pul vəsaitlərinin hərəkətini, əsas vəsaitləri, mal materialı, gələcək dövrün gəlirləri, xərcləri, kreditlər, öhdəliklər və s. bütün dataları istəyir. Bu əlavə 1 vergi hesablamaq üçün deyil. Nə mənfəət vergisində, nə gəlir vergisində, nə sadələşdirilmiş vergide. Bu uçot məlumatları üçündür. Bu əlavə 1-də xərclər üçün sətri yoxdur. Bu əlavə 1-də gəlirlər üçün ayrıca sətri yoxdur. Bunun işləmə prinsipi başqadır. Yavaş-yavaş başa düşəcəyik. İndi bunu izah eləməyə keçməmişdən qabaq, mən bu Excel-də sizə bəzi məlumatları göstərməliyəm. Gəlirlər. Baxın, 2 cədvəl var. Bunu izah eləməliyəm. Hazırda ekranda gördüyünüz cədvəl. Üzr istəyirəm. Hazırda ekranda gördüyünüz cədvəl bizim ambarımıza mədaxildir. Yalnız mal alışı. Baxın, bu birinci cədvəl, baxın, burada işarəliyirəm. Bunlar qaymələrdir. Hansı ki, o qaymələrdir ki, alışlar bizə gələn. 50.000 plus ədəvi. Mənə ədəveli satıblardır. Mən ədəvi ödəyicisi deyiləm. Mənə satan ədəvelidir. Bu malları almışam ki, alver edeyim. Bu malları, baxın, bunları toplayanda əsasən ədəvini bir yerdə maya dəyərini hesablayırıq. Bunu 150 minlik mal var burada. Baxın, bunlar 150 min toplayanda bir 150 min mal edir. Bu 150 min mənim ambarıma daxil olub ki, mən bunun üstüne pul qoyum satım. Bu aşağıdakılar isə restoran üçün göyərtidir, ətdir, soğandır, çörəkdir, mayonezdir və s. dönər hazırlamaq üçün material. Yəni buna bir növ o gözlə baxaq da. Bunları da ədəvə daxil özüm üçün götürəcəm. Ədəvə daxil özüm üçün götürəcəm. Bunlar da belə. Bu mənim cari ildə aldığım mallardır qaymə ilə. Sonra düşürəm sağa. Sağ tərəf idxaldır. Sadələşdirilmiş vergi ödəyicisi o demək deyil ki, idxal edə bilməz.
İki idxalım olub. İdxalın biri budur. Bunun datalarını ayrıca izah edəcəm sizə, tələsməyək. Bu birinci idxal. O idxaldır ki, maldır. Yəni bu sarı rəng eyni statusdadır. Alıb satmaq üçün almışam. Bu aşağıdakı isə indi gecə vaxtı bəlkə də kimsə indi acı verir. Bu da deyək ki, steak bişirmək üçün ətdir. Steak bişirmək üçün ət gətirmişəm. Nə bilim, Hollandiyadan. Bu qırmızı restoran üçün gələn maldır. Yəni demək istədiklərim odur ki, idxalın biri mağazaya, Dərnəgüldəki mağazaya gəlib turbadır misal üçün, biri isə ətli restoran üçün idxal eləmişəm. İndi anbarı tənzimləmək üçün bizə lazım olacaq. Deməli, qaimə ilə alışlarımıza baxdıq. İdxalla bağlı alışlarımızı maya dərindən ayrıca danışacağım. Alış aktı. Alış aktı ilə də əməliyyatlar eləmişik. Biz iki nəqliyyat vasitəsi almışıq. Birini mart ayında 10.000 manata. Birini mart ayında almışam 10.000 manata. Birini də dekabr ayının misal 17-si almışam 12.000 manata. Düzdür? İki əsas vəsait almışam. Sadəcə məsələ nədir? Biri 10.000 manata aldığımı almışam, istifadəyə buraxmışam və amortisasiya eləmişəm. 12.000 manata aldığımı almışam, istifadəyə buraxmamışam və ona görə də amortisasiya eləməmişəm. Niyə? Çünki vergi məcəlləsinin 114.2.10-cu maddəsi mənə deyir ki, əsas vəsaitin ambarda durubsa, istifadə eləmirsənsə, istismara buraxmamısansa, bunu amortizasiya eləyə bilmərsən. Olunmur. Ona görə o digər aktivlərdə qalacaq. Amma bu birinci nəqliyyat vasitəsi 25%-dən amortizasiya oluna bilər. 25%-dək amortizasiya oluna bilər. Yəni qalıq dəyəri tam 25%-dən, xərcə tanınan isə qismən amortizasiya oluna bilər. Onlardan danışarıq. Deməli, biz ambara girişləri məlumatını yığdıq. Bu tərəf bunun ödənişidir. Bunlar tam ödənilib, bunlar da tam ödənilib. Sadəcə bu qaimələrdən hansının pulu ödənilibsə buradan görəcəyik. Əlavə 1-ə yazacağıq. Keçirik digər cədvələ. Cədvəlləri başa düşək, əlavə 1 hasan da olacaq. Deməli, bu digər cədvəldə məsələ nədir? Baxın, dəyərli yoldaşlar, diqqətlə baxırsınız. Bunlar bizim xərclərimizdir. Cari ilin xərcləridir. Sarı rəngə boyayıram. Baxın, misal üçün, bu yanvar ayıdır. Bu isə onun ödənişidir. Bu fevral ayıdır, bunun ödənişidir. Bu mart ayıdır, bunun ödənişidir. Belə-belə vermişik. Şərti olaraq hesablayaq ki, bizim 3 işçimiz var. Hər işçinin maaşı 400 manat da hesablanmış. 3 işçini 4-ə vuranda 1200. Baxın, bu cədvələ hesablanmış yazdır. 1200 belə. Sonra işə götürəndən tutulmaları yazmışam. Bilirik ki, işə götürəndən tutulmalar MDSS burada olacaq. Deməli, 44-74 manat. İTS olacaq 8 manat. İşsizlik olacaq 2 manat. Deməli, 3 dənə işçi 74 manatdan hesablayanda 222 manat. 8-i 3-ə vuranda 24 manat, 2-ni 3-ə vuranda 6 manat. Baxın, aylıq bunu belə hesablamışam. Bu odur. İTS falan hamısı burada belə işə götürəndən hesablanıb. Sonra növbəti mərhələdə icarədir, işıqdır, qazdır, yanacaqdır, internetdir, telefondur, bank komissiyasıdır, reklam xərcləridir, kredit faizləridir, nağlaşdırmadır və s. belə axır. Bunları birazdan gələcək, tələsməyin. İndi bunu qoydum qırağa. Biz əlavə 1-ə keçməmişdən öncə şirkətin illik xalis mənfəətini hesablamaq məcburiyyətindəyik. Hesablayandan sonra başlayırıq əlavə 1-i doldurmağa. Sizin üçün əlavə olaraq keçən dərsdəki cədvəldən fərqli olaraq bu cədvələ əlavə bir şit artırmışıq. Bu olacaq alqoritm şiti, özümüz üçün də xalis mənfəət şiti. 4 hissədən ibarətdir. Birinci hissə bizim gəlirlərimizdir. Baxın, ümumi 159.000 alver olub da, götürmüşəm bunu, yazmışam bura. Buradakı 400.000 alverini toplayanda, misal üçün, bunları toplayanda, bu da oldu qaraya, gözlüyün, qırmızı eləyək. Bu 400.000 toplayanda bu 159.000-dir. 300.000-də müsbət məzənnə fərqi, 159.300. Yəni, gəlir olaraq 159.300. Baxın, axırda məzənnə fərqini yazmışam. Bunu siləndə 159.000 qalır. 300-ü artırıram bura. Deməli, bu bizim gəlirlərimizdir. İndi bir məsələ var, bunda diqqətli olun. Mən 159.000-lik satış eləmişəm. Onun pulunu almışam, almamışam, məsələyə aidiyyatı yoxdur. Biz xalis mənfəət zamanı, elə xanımın dediyi dilləndəsə hesablama metodindən gedir. Yəni, pul anlayışı yoxdur. Elə başa düşürsünüz, yəni belə deyim mən də. Yəni, pul məsələsidir. Xalis mənfəət ola bilsin 1 milyon mal satmışıq, xalis mənfəət 200.000-dir. Yəni, xeyir 200.000-dir. Amma mallar hamısı nisiyədə qalıb. Kassa boşdur. Bu strategiya var da, maliyyə şöbəsi, marketing şöbəsi, nə bilim, analitika şöbəsi bunlarla məşğul olur. Biz xalis mənfəəti pulla yox, dövriyyə ilə. Gəlirin dövriyəsi və xərcin dövriyəsindən hesab edirik. Deməli, 159.300 mənim burada oldu gəlirim. 159.300 oldu mənim gəlirim.
Sonra bu isə bizim xərclərimizdir. Elə bunları hardan götürmüşəm? Bunları elə bayaqki cədvəldən götürmüşəm. Bunları götürmüşəm buradan. Elə bunu elə belə də götürmüşəm, yazmışam buna. İndi sağda. Burada onların cəmi var. Bu cəmləri götürmüşəm bu xərcləri. Bu hissəyə rahatlıqla sizin üçün yığmışam ki, xərclərimizi də artıq bilirik. Hətta amortizasiya kimi yazmışım burada. İndi bu xərclər hissəsi. Mesaj gəldi, gözləyək. Arif Ağayev. Arif qardaş güldü. Yəqin ki, o kassa boşlu söhbətinə gülür. Alver gedib pul yoxdur. Ona biz də gülürük, onsuz da həmişə. Deməli, dəyərli yoldaşlar, bu vergi nətərdir? Biz dedik ki, sadələşdirilmiş vergi pul gələndə vergi veririk də. İndi mən burada 3186 manat yazmışamsa, deməli pul gəlir. Götürmüşəm 159.302%-ni tapmışam, yazmışam burada. Deməli, bu da oldu bizim nəyimiz? Vergi tərəfimiz. Düzdürmü, dəyərli yoldaşlar? Bu da oldu bizim bir növ vergi tərəfimiz. İndi düstur belə olacaq. Ümumi düstur belə olacaq. Xalis mənfəət, yəni təmiz qazanc, şirkətin yiyəsi bərabərdir gəlirlər, pulsuz hesablayırıq. Çıxılsın xərclər. Burada önəmli məsələn, xərclər deyəndə nəyə nəzərdə tutur? Gəlirdən çıxılan xərclər. Gəlirdən çıxılmayan xərclər ki, var, uşaq evinə pul vermişəm, yardım eləmişəm, onları qatılır. Onların alqoritmi əlavə birdə də, mənfəətin əlavə, hər yerdə fərqli cür hesablanır. Biz ancaq gəlirdən çıxılan xərcləri hesablayırıq, xalis mənfəəti çıxartmaq üçün. Bir də axırda vergini çıxırıq. İndi gəlirəm burada, yenidən yazıram, pozuram burada sizin üçün. Deməli, bizim gəlirimiz 159.300, xərcimiz, bunu bilək, bu vacib məsələdir. 126.118-dir. 126.118, vergimiz 3.186 manat. 3.180 bərabərdir 29.000. Bunları gəlin böyüdüm sizin üçün. Baxın, 29.996 manat təmiz pul var. 29.996 manat. Bunu başa düşdük. İndi birazdan bunları istifadə edəcəyik. Keçirik hesabat tərəfə. İndi mən yenə çox danışdım, yenə sizi yordum. Gedişat necədir, dəyərli yoldaşlar? İndi bilirəm, əlavə biri gözləyirsiniz. Kinonun əsas hissəsinə başlamayın. Gedişat ümumi olaraq necədir? İndi burada biz bir növ solo konsert edəcəyik sizlə bir yerdə. Yaxşıdırmı hər şey? Ramazan deyir, Ramazan bizim Ramazandır, yoxsa hamısına bizim deyirəm. Yaxşıdır, əla. Okey, indi başlayırıq işin əsas tərəfinə. Ramazan, çox gözəl. Okey, davam edirik, əla, davam edirik, dəyərli ol. Başlayırıq, birinci, bu əlavə biri 3 mexanizmlə doldurmaq olur. Üçü də gəlir, eyni nəticəyə çıxır. Üçü də eyni məsələdir. Eyni rəqəmlər, amma üçlü yanaşma edirəm mən həmişə bunda. Yaxşı yoldaşlar, davam edək. Mesajlaşmanı saxlayaq, zəhmət olmasa. Deməli, bunu necə doldururlar? Ümumi danışıram, sadələşmişdən yox. ƏDV, mənfəət ödəyicisi. Əlavə biri çoxları ƏDV-siz yazır. Satışın ƏDV-si, alışın ədəvəsi, öhdəliyin ədəvəsi, digər öhdəliyin ədəvəsi, verginin ədəvəsi yazmırlar çoxlu. Əslində onunla yazılmalıdır. Bizim bu bəyənnamələr təlimində 9 alqoritm izahlanır. Misal üçün, ƏDV ilə bağlı istifadə olunur, 1.4.1 sətirdən istifadə olunur, aşağıda digər öhdəliklərdən istifadə olunur, əvəzləşmə istifadə olunur və s. belə axır. Belə dolduran da var. İndi biz zaten sadələşdirilmiş vergi ödəyiciyik, bizə o ehtiyac yoxdur. Bir də var, sətir-sətir izah. Mən indi bunu oturub sizə sətir-sətir izah eləyə bilərəm. Biraz paxıllıq edirəm, hələ o tezdir. Bu gəlir vergi bəyannaməsində onu öyrədəcəm. Hələ onu ödənişsiz webinarda öyrənərsiniz. Vaxtımız çatmayacaq. Bu 1 saatlıq iş deyil. Burada 5 saat izaha ehtiyacı var. Bir dənə bu əlavə verim. Biz götürək, məsələmizin tələblərinə uyğun sətirləri izah eləyək, dolduraq. Bu məsələnin axırına çıxaq. Bizim proyektimizin bu hissəsi sadələşdirilmiş vergi nöqtəsini qoymaqdır. Və sonradan əlavələrimi verəcəm. Əlavələrimi eləyəcəm. Başlayırıq. Məsələmizi oxuduq. Məsələmizdən belə bir qənaətə gəldik ki, bizdə satış olub, alış olub, ithal olub, əsas vəsait olub, digər aktiv var orada. Yəni, bunlar kredit götürmüşəm. İndi bizdə kredit də var. Orada aşağıda yazmışam, göstərəcəm. Onları da izah edəcəm. Başlayırıq əsas vəsaitdən. Əsas vəsait, indi burada bir dəqiqə bunun formatını izah edeyim sizə. Bu aktivlər hissəsidir. Aktivlər hissəsi, bu da passivlər hissəsidir bir növ. Aktivlər hissəsi 10 hissəyə bölünür. 1.1, 1.2, 1.3, ta 1.10-a kimi gəlir. 9-unun adı var. Pul vəsaiti, səhm, istiqraz filan. Bu 10-cunun adı ümumi verilib. Bu nədir deyəcəm. İndi burada bir məsələ var. Bura necə işləyir? 6 sütun var. 1, 2, 3, 4, 5, 6. İndi mən bunun alqoritmini deyim sizə.
Misal üçün mallardan gəlin deyək. Mallardan deyək. 1-3-2-dən şərti olaraq. Baxın, bu sütun 1-dən işim yoxdur. Sütun 2 nədir? Bu sütun 2-lər cari ildə yaranmış rəqəmlərdir. Misal üçün, mən bura 50 min yazıramsa, deməli, mən 50 minlik mal alış eləmişəm. Cari ildə mal olaraq ambarıma 50 min mədaxil vermişəm. Mən gəlib bura 37 min yazıramsa, bu təqdim et. Deməli, mən 50 minlik malın 37 minini satmışam. Neçəyə satmışam, onun bura aidiyyatı yoxdur. O burada ümumiyyətlə yazılmır zaten. Debitor borc başqa şeydir, avans başqa şeydir. Ümumiyyətlə, gəlirin tam miqdarı üçün sətri yoxdur. Misal üçün, bu silinmə hissəsi nədir? Bu satışın mayası idi. Bu silinmə hissəsi misal üçün 5 min. Özümüz üçün istifadə eləmişik, silmişik malı çoxdan. Ləğv etmə odur ki, mal xarab olur. Misal 4 min malı çoxdan ləğv olmayla silmişik. İndi burada böyük suallar ortaya çıxır. Mal xarab olması nə deməkdir? Malın xarab olması gəlirdən çıxılan xərcdir, gəlirdən çıxılmayan xərcdir, xalis mənfəətə təsir edir, yoxsa xalis mənfəətdən sonradan çıxılmalıdır. Bunların ayrıca burada ifasını həyata keçirdəcək. Hələ tələsməyin, hələ tezdir. Bugün amma olacaq bunlar. Biz başlayaq, yəni ümumi prinsip olaraq işləmə prinsipi belə olacaq. Sütun 2, 50 mindən 37 mini, 5 mini və 4 mini sistem çıxır. 4 min saxlayır. Yəni bu üçünü çıxır. Yəni bu üçündəki rəqəmi, indi bu sütun 1 nədir? Bu 4 min artıq növbəti il burada olacaq. Növbəti ilin hesabatında. Yəni sütun 1 əvvəlki ilin qalığıdır. Əvvəlki ilin qalığı. Misal buraya 2000 yazıramsa, deməli 2023-cü ilin sadələşdirilmiş vergi bəyannaməsinin bir nömrələr əlavəsində sırf bu sətrin sütun altısı 2000 olub. 2000 olub deyə mən də gətirib 2000-i buraya yazıram. Ya da sistem özü yazır. Deməli 2000 malım var idi köhnədən. 50 min bu il aldım, oldu 52 min. 37 minini satdım, qaldı 15 min. 15 mindən 5 mini sildim, qaldı 10 min. 10 mindən 4 min xarab oldu, qaldı 6 min. Bu səthi sütunlar hamısı belə işdir. İndi yoldaşlara maraqlı ki, müəllim, təqdim etmə, silinmə, ləğv etmə, bunları necə ayırmalıyıq? Onlardan danışarıq. Onlardan danışarıq. Deməli, dəyərli yoldaşlar, sütun 1 əvvəlki ilin qalığıdır. Sütun 1, indi 24-cü ilin hesabatını veririksə, deməli bu sütun 1-lərdəki rəqəm 23-ün sonuna qalıqdır. Yəni 23-ün bəyannaməsinin sütun altısında. O texniki nəyəsə qarışdırdım. Yəni əvvəlki ildir. Onsa görəcəksiniz burada. İndi başlayaq məsələmizi doldurmağa. Bizdə əsas vəsaitlərdir. Əsas vəsait əlavə birdə 2 sətirdən ibarətdir. 1.1-dən yəni amortisasiya baxımından deyirəm və 1.2-dən qeyri-maddi aktivlərdən. Bizim məsələmizdə nəqliyyat vasitəsi var. Biz bu nəqliyyat vasitəsində bir növ hesabatda yerbəyer eləməliyik. Gəlirəm bura, bunu biraz sizin üçün böyüdürəm. Bizdə bu nəqliyyat vasitəsi budur. Bunun açıqlaması gedir. Mən dedim ki, bu amortisasiya olunur, bu amortisasiya olunmur. Biz 1.1-ə, bu alt bəndləri ki var, bu vergi məcəlləsinin bu maddəsini, 114.3-cü maddəsini götürüblər, sırayla yığıblar 1.1-in altına. 1.1, 1, 1, 2, 1, 3, 1, 4, 1, 5, 1, bu 8 dənə alt bənd. Necə ki, burada 7 dənədir, burada biri çıxar, o 8 sonradan gəlib, o başqa məna daşıyır, onu ayrıca deyəcəm. O icarə ilə bağlı, xərclərlə bağlıdır. 7 dənə deyək də, burada hamısını yığıblar. İndi bizdə nəqliyyat vasitəsidir, buradan başlayırıq. Nəqliyyat vasitəsi, birinci maşını götürəcəm, ikinci maşını götürməyəcəm. Bu, yuxarı hissədə əsas vəsait kimi hələ təsdiqini tapmayıb. Yuxarı hissədə bu 1.1-in alt bəndlərində istifadəyə buraxılmış əsas vəsaitlər olmalıdır. İstifadəyə buraxılmayan əsas vəsait 1.10-a yazılacaq. İndi tələsməyək. Bu 10 mini götürürəm. Üzr istəyirəm, gözləyək. Burada nəqliyyat vasitəsində sütun 2-yə 10 min yazıram. Bununla vergiyə deyirəm ki, ay dövlət vergi xidməti, bu qırmızı axırda itəcək, hər şey yazılandan sonra qırmızı nida itəcək. Deyirəm ki, ay dövlət vergi xidməti, mən bu il amortizasiya bölməmə bir növ 10 minlik vəsait daxil etmişəm. Yəni 10 minlik əsas vəsait istifadəyə bura. Bu daxil olma sözü bu deməkdir. Yəni bu sətir üçün rəqəm çoxaldı. Yeni rəqəm gəldi. Yəni daxil oldu bu sətir üçün. Bu 10 mini yazdım. Və biz dedik ki, burada amortizasiya eləmişik 2500 manat, amortizasiyanın silgisi burada olur. Bunun bütün sətirləri işləkdir. Təqdim etmə, ləğv etmə, bunları ayrıca danışmağa çalışarıq. 2500 amortizasiyanı yazıram, qalır 7500. Artıq 7500 növbəti ildə sütun 1-də olacaq. İndi burada başqa bir məsələ var. Bunu diqqətinizə çatdırım. Vergi məcəlləsinin 114.4-cü maddəsinin 2-ci abzasına əsasən biz amortizasiyanı aşağı həddlə tətbiq edib gələcək üçün saxlaya bilərik. Misal üçün,
misal üçün, nəqliyyat vasitəsinin dəyəri 10.000 manatdır. 10.000 manatdır. Mən normalda bunu 25%-dən amortisasiya eləyəndə 2500 yazmışam. Mən götürürəm 10.000-i, misal üçün 17%-dən amortisasiya edirəm. Bu edir 1700. Düzdür? 10.000-in deməli 8%-i qaldı da, 25-dən 17 çıxanda 8 qalır. Bunu çarpıram 8%-ə, bu edir 800 manat. Amma vergi orqanı deyir ki, qardaş, mənə maraqlı deyil, sən bunu qoy qırağa, yuxarıdan bunu silməlisən. Bu aşağı, ekrana toxunmayaq, çox xahiş edirəm. Bu 2500 burada mütləq qaydada yazılmalıdır. Xərcə nə qədər yazırsan, yazmırsan, onun haqq hesabı aşağıda olacaq. Bu, real olaraq sən xərci tanımırsan, özün bilərsən. Vergi deyir ki, qardaş, sənin malın köhnəlidir 2500. Sənin qalıq dəyərin 7500 olmalıdır. Sən gələn il bunu 14.000-ə satanda ortadakı fərqin vergisini ver. Misal üçün, dedi, mənfəətdə belədir, sadələşmişdə də bir formada. Ona görə 114.4-cü maddə 1.1 və 1.2-ci sətirlər üçün işləmir. O anda 1.10-a, 1.8-ə yazıla bilər. Bunu da informasiya kimi yadda saxlayaq. İndi mən düşürəm aşağı 1.10-a, 1.10-a. Daha burada sətir yoxdur ki, istifadəyə buraxılmayan əsas vəsaiti yazın. Bəziləri digər aktivlərə yazır, olmaz o. O amortisasiya bölməsi üçün də uyğunsuzluq verəcək sistemana. Bura yazıram 12.000. Bu 12.000 nədir? Bu 12.000 aşağıdakı maşının sunmasıdır. Almışam, qalıb qarajda, heç maşını kodlamamışım. Sadəcə vergiyə deyirəm ki, Dövlət Vergi Xidməti, bu 12.000 də mənim varımdır ya, 12.000 də bir dənə vəsaitim var, biləsən, xəbərin olsun. Bunların başqa yanaşmaları da var, deyəcək. Bunu yazdım, əsas vəsaiti bitirdik, qalxırıq yuxarı hissəyə. Əsas vəsaitdən düşürəm, görəm məsələmdə bunlar lazım. Məsələdə bu lazımdır, ehtiyatlar. Ehtiyatlar nədir? Ehtiyatlar bölünür 4 yerə, dəyərli yoldaşlar. Hazır məhsul, 1.3-ün 4 alt bəndi var. 1.3.1, 1.3.2, 1.3.3, 1.3.4. Hazır məhsul, mallar, bitməmiş istehsal, sair ehtiyatlar. Qısa məlumat verim, ikisini istifadə edəcəyik. Hazır məhsul bizim istehsal etdiyimiz, özümüzün istehsal etdiyi malların bölməsidir. Bitməmiş istehsal ilin son günü stanokda qalan mallardır. Misal üçün, mebel sexi dekabrın 30-u axırıncı iş günüdür. Bu dinlik çalında hamı geçsin evinə. Baxırıq, zavodda nə qədər paramparça, aparatın ağzında filan yerdə 40 minlik mal qalıb. Onu burada göstərirdi, uçotumuzdan götürüb yazırıq. Bu sair ehtiyat, indi bunu demədim, bunu deyəcəm. Bu sair ehtiyat şəxsi istehlak üçün olan malları nəzərdə tutur. Az qiymətlilərdə bilmə belə deyək. Misal üçün A4-dür, sudur, yəni kağız, kağızdır, belə-belə məsələlər ki, ofisdə biz özümüz istifadə edirik, satmırıq. Ona sair ehtiyat. Yanacaqdır, indi bir gün istifadə edəcək, yanacağı yazacaq. Mallar nədir? Mallar təyinatından asılı olmayaraq, malı alıram ki, satım. Malı alıram ki, istehsal edeyim. Malı alıram ki, xidmət zamanı məsrəf edeyim. Bütün mədaxil mallar buraya yazılır. İndi bu sizin düşüncənizi qarışdıra bilər. Bunu inşallah gəlir vergi bəyannaməsində bir 20 dəqiqə incələmək lazımdır. Eynidir, bəli. Bir dənə xalis mənfəət, hamısı eynidir. Eyni mexanizmdir. Bunu bilən onu da yığacaq. İndi biz gəlin məsələmizlə gedək. Bu mallar bölməsinə dəyərli yoldaşlar. Cari ildə nə qədər mal almışıq, yığırıq bura. İndi bu mallarımız əsas vəsaitləri qatmır. Bu cədvəllə işimiz yoxdur, qalxırıq yuxarıdakı cədvələ. Ümumi baxıram ki, aldığım mallar ƏDV daxil budur. Sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün ƏDV daxil götürəcək. 157.434 manat budur. Bir də aşağıdakı ithxallar. İthxalların maya dəyərindən gələcəkdə sizə danışacağım. Bir qısa bir göstərim. Burada bir-iki məsələni sizə göstərim. Baxın, biz gələcəkdə indi inşallah qismət olsa sizlə planımızda var ki, ithxal məsələlərində keçək. Baxın, buradakı məbləğ gömrük ödənişidir, bəyannamədə. 23.307 manat. Baxın, bu sadələşdirilmiş vergi ödəyicisi. Orada başqa yanaşmalar da var, gələcəkdə toxunarıq. Hələ ki, tam ərzimdə demirəm. Bu sadələşdirilmiş vergi ödəyicilərə bu gömrük ödənişlərin maya dəyərini hesablayır. Bir dənə bu az terminalın pulunu salmaya bilər, onu vergi də demək ki, qəbul eləmir, digər xərc kimi istəyir. Ümumi olaraq biz buradakı ödənişləri, malın maya dəyəri kimi hesablayaq, bütün bu rəqəmləri. Bu deyilir 72.750 manat. Deməli, mənim cari ildə, dəyərli yoldaşlar, üzr istəyirəm. Bircə saniyə yoldaşlar, bircə saniyə. Deməli, mənim cari ildə aldığım mallar qaimə ilə olub, bir də ithxalla olub.
Ümumi götürürəm. Burada özümə bir yer düzəldirəm. Bir növ belə desək. Bu 157.000 kalkulyatorla hesablayaq, belə daha rahat olur. 157.000-i götürürəm dəyərli yoldaşlar. 157.434. Bu bizə gələn bütün qaymələrdir. Ambara girib də bu mallar. ƏDV daxil götürürük. Həm əsası, həm ƏDV-sində. Bunu bir-iki dəfə deyirəm ki, bunu səhv eləməyək. Sonra çünki uyğunsuzluq elə gəlir, uyğunsuzluqla ölçməyə qaydası elədir. Bunu da toplayıram hamısını. Üstə gəl 72.750.80. 230.184 manat 80 qəpiklik mal almışıq. Zaten burada demo versiyasını yığmışam. Baxırıq. 230.724.80-dir. Düzdür. Götürürəm bu rəqəmi hesabatda mallar bölməsində bura mənə daxil verirəm. Vergiyə göstərirəm ki, mən bu il bu qədər mal almışam. Mən bu il bu qədər mal almışam. Sonra bu biri tərəfdən nə edirəm? Bu biri tərəfdən də istifadəmi silirəm. O harda yazılıb, o öz əksini tapıb xərclər hissəsində. Baxın, dəyərli yoldaşlar, burada 2 sətri vermişəm sizin üçün. Bu 2 sətri göstərirəm sizə. Şriftini biraz qaldırın. Baxın, mal istifadəsi, mal satışı üçün, mal istifadəsi İAŞ üçün. Demək istədiyim odur ki, bu gəlirlər hissəsində, baxın, burada mal qayməsi də var, restoran qayməsi də var, restoran inkası da var. Ümumi demək istəyirəm ki, mal satışı zamanı aylıq bu qədər mal ambardan çıxıb, restoran üçünsə bu mallar ətli, göyərtidir, bunlar istifadə olunur. Amma o şərtlə ki, mən o dönəri düzəldib satmışam, satmamışamsa sayılmır. Xarab olubsa o başqa məsələdir, bura aidiyyatı yoxdur. Yəni 83.200 manat ambardan mal çıxıb satılıb. 13.850 manatlıq maldan da dönər düzəltmişik, yemək düzəltmişik, satmışıq. Toplayanda bunu eləyir 97.050 manat. 97.050 manatı indi silgiyə veririk. Düzdür, təqdim etmə buraya yazılmalıdır. Əslində 83.200 manat dəyərli yoldaşlar götürülməlidir, təqdim etməyə yazılmalıdır. 13.850 manat silinməyə. Yəni bir növ belə deyək də bu şirkətin özündə silinməyib. Bu satılıb sonra silinib də belə deyək. Bu formada 230.000-dən 83.000 və 13.000 sistem çıxır, 133.000 bizim ambarımızda mal saxlayır. Bu ən vacib sətirlərdəndir. Bunun söhbətini sonra yenə eləyəcəyik. Tələsməyin. Keçirəm sair ehtiyatlara. Yanacaq. Biz şirkət olaraq, baxın bu xəttdən söhbət gedir. Şirkət olaraq bu il yanacaq da almışıq. Yanacaq, buradakı yanacaq həm Azpetrolun bizə göndərdiyi qaymədəki həm əsas məbləğ, həm ƏDV, həm yol vergisi. Hamısını cəmləyirik. Qaymənin yekununu götürürük də, belə deyək, sadələşmiş vergidə. 540 manatlıq Azpetrol bizə qaymə göndərir. Bu bizim üçün mal gözü ilə gedir. 540 yazıram bura. İstifadə eləmişəmsə silirəm. Ola bilsin maşının benzin bakında ilin sonunda nəsə 1-2 litr dizel benzin qalıb. Onları əslində hesablayıb silmək olmaz. Onlar mal kimi qalmalıdır. Deyək ki, 5 manatlıq benzin qalıb maşının bakında 535 manat silirəm. Aydın, yəni bu məsələləri nəzərə alın. Mən 540 silirəm ki, rahat olsun. Okey, mal materialda bitirdik. Ümumi belə bir ad qoyuruq ki, sahibkarlıq məqsədi üçün alıb satmaq, alıb nəsə hazırlayıb satmaq üçün istifadə etdiyimiz malları buraya yazırıq, buradan silirik. Amma bu şirkətin şəxsi istehlakına yönəldilmiş mal materialdır. Bunu da sair ehtiyata silirik. İndi düşək aşağı, debitor borclara. Debitor borcların bu hissəsi hələ ki bizə maraqlı olmasın, sair debitor borclardan başlayırıq. Bu debitor borclarla bağlı mənim şəxsi səhifəmdə də paylaşımlar var Instagramda. Buradan bir debitor borca bir açıqlama verək. Debitor borc anlayışı vergi məcəlləsi ilə yox, mülki məcəllə ilə tənzimlənən terminlərdən biridir. Biz bilirik ki, vergi məcəlləsinin 13-cü maddəsində terminlər verilir. Əgər bizə lazım olan termin 13-cü maddədə yoxdursa, başqa qanunvericilik aktlarından götürə bilərik. Misal üçün, gömrük ödənişləri termini misal üçün 13-cü maddədə yoxdur, biz gərək açaq gömrük məcəlləsinin 1.0.47-ci maddəsini misal üçün. Oradan götürə bilərik. Yox, əgər misal üçün, valyuta termininin 5 dənə məcəllədə izahı var. Valyuta tənzimi haqqında qanunda var, gömrük məcəlləsində var, misal üçün. Biz vergidə varsa onun izahını tətbiq eləməliyik vergi tutmada. İndi mən demək istəyirəm ki, debitor borc vergi məcəlləsində yoxdur, mülki məcəllədən götürürəm. Debitor anlayışı nədir? Misal üçün, mən bu telefonu satıram. Bu telefonu hər hansı bir şəxsə mağazada satıcıyam, satıram. Bu telefonun qiyməti deyək ki, 5 manatdır. 5 manat, 4 manata almışam, 5 manata satıram. Mən bunu satdım, 5 manata aldım. 5 manat artıq borc kimi qəbul olunur. İstər qaymə vuranda, istər kassa ilə satanda, yəni malı verdim, pulu aldım. İndi misal üçün Günel xanım qayıdıb deyə bilər ki, Yelena xanım qayıdıb deyə bilər ki, bəlkə mən pulu verib mal alıram da o məntiqlə yanaşmayaq da. Əgər şirkət olaraq biz qaymə yazırıq,
pulunu qabaqcadan alıb sonra malı vermişiksə, indi bunu birazdan başqa cür incələyəcəyik. Pulu almışıqsa avans, qayməni yazırıqsa, malı veririksə, onun debitor borcu heç bir aidiyyatı yoxdur. Borc yaranmadı ki, mən zaten pulu almışam, hələ özümdə öhdəlik yaratmışam ki, buna mal xidmət verəcəm. Deməli, bizim bu debitor borclar səhifəmiz, dəyərli yoldaşlar, olacaq avansların iştirakı olmadan. İndi mən məsələni belə vermişəm ki, gəlirlərdə ümumi alverimiz, indi alver desək, 159.000 olub. 159.300 yox ha, artıq burada müsbət məzənnə fərqinin işi yoxdur. Müsbət məzənnə fərqi alver deyil, müsbət məzənnə fərqi satışdan kənar gəlirdi. O debitor borc falan kimi yanaşılmır, o pulda bağlanacaq. O pula yazılacaq. Biz ümumi olaraq 159.000-i satış kimi götürürük. Yox, əgər misal üçün bu 159.000-lik satışın içində 1000 manatını öncədən avans almışdıqsa 158.000 sayacağıq. Avans alınan hissə debitordan çıxarılır. Bu bütün vergilərdə belədir də. ƏDV-si olsun, mənfəəti olsun, gəliri olsun, sadələşmişi olsun. İndi gəlirəm bu sair debitor borclar səthinin sütun ikisinə 159.000 yazıram. 159.300 yazmıram. Yəni 159.000 satdım, sonra pulunu aldım. Pulunu alıb satmamışdım. İndi biz dedik ki, bütün pulları almışıq da, pulu da silirəm. Bu 159.000 dövriyyədir, avanssız dövriyyədir bir növ. Bu biri 159.000 aldığım puldur. 155.000 pul almışamsa, 4.000 nisiyədə qalıb, keçdi növbəti ilə. Hesab edin ki, bu xətt bizim nisiyə xəttimizdir. Satmışam, nisiyə nə zaman yaranır? Nisiyə sözü, lori məişət sözüdür. Nisiyə o zaman yaranır ki, malı satıram, pulu sonradan alıram. Amma pulu alıb malı satmışamsa nisiyə deyir ki, beh almışam da deməli. Ona görə də 159.000 satdım, deyək ki, hamısını aldım. Bunu sıfırlayıram, bunu sıfırladım. Bu belə. Bunlardan keçirəm. Başlayaq pul vəsaitlərindən. Pul vəsaiti nədir? Məsələmizdə bunlar var da. Pul vəsaiti vergi ödəyicisinin 3 nöqtəsində cəmlənir. Ümumi praktik olaraq 3 nöqtədir. Biri bankdır, biri kassadır, biri də ƏDV depozit hesabıdır. Bu da sadələşmiş vergi ödəyicilərində yoxdur. Şəxsi hesab vərəqəsini saymır. Yəni, ümumi bu üçün götürülür. İndi bu sadələşmişdə bu yoxdur. Deyir, il ərzində sənin bankıva və kassava rəsmi olaraq nə qədər ödəniş daxil olur. Gəlin hesablayaq. Üzr istəyirəm. Deməli, birinci baxıram, burada bizdə kredit var, təsisçidən borc var, digər. İndi deyirsiniz ki, ay müəllim, biz fiziki şəxsin hesabatını yürüdük. Təsisçi kimdir burada? İndi onu biz belə oxşadarıq da. Bax, bu ekranda gördüyünüz fiziki şəxsdir. Bu əlavə bir isə hüquqi şəxsin əlavə bir. İkisini də yığmışam ki, ikisini də izah eləyə bilim sizə. İndi tələsməyək, konfigurasiyanı verərik. Qaydırıq Excelimizə, gəlirlərimiz üzrə 159.000, üzr istəyirəm, 159.000 satışın pulu gəlib, 300 manatda məzənnə fərqi. Onu da pula işləyirik. 159.300 manat belə pulumuz gəlib. Sonra keçirəm bura. Keçirəm bu tərəfə. Baxın, burada kredit. 80.000 manat kredit götürmüşəm. Görürsünüz? Baxın, bu 80.000 kredit götürülüb burada. 80.000 manat. Üstünə gəlirəm bir 80.000 manat. İndi deyək ki, hüquqi şəxsdir. Nizamnamə kapitalı qoyulub 50.000 manat. Sonra deyək, təsisçidən borc almışam bir 100.000 manat. Bunların hamısını yazdım. Ümumi 389.000 pul elədi. Bir dənə burada 300 manatı yazmadım. Onu da yazım. 389.300 manat. Görüm hələ burada belədir, yoxsa belə deyil. Düzdür. 389.300 manat şirkətə pul daxil olub. Vergi ödəsinə pul daxil olub. İndi bu biri tərəfdən də xərclənən pulları silməliyik. Xərclənən pulları. İndi misal üçün, pulda bu ləğv edilmə lazım olmur. O halda lazım ola bilər ki, pul vəsaiti öz keyfiyyətini itirir və Mərkəzi Bankda onu dəyişmir. Onda pulu vəsait kimi ləğv eləməlisən. Orada şərtlər var da, bir neçə şərt var ki, pul vəsaitini hansı halda bank dəyişmir. Onda məcbursan ki, pulu atasan da belə-belə pis çıxmasın. Bu ləğv etmə onun üçün lazım ola bilər. Müxtəlif yanaşmalar. Bu əlavə bir dolduran insan həm biraz bilikli olmalıdır, həm biraz helimli olmalıdır, həm də biraz məntiqi qabiliyyətini burada tətbiq etməyə bacarmalıdır. Bəzi alqoritmləri özümüz yaradırıq. Bu bir növ belə desək, bu əlavə bir hesablar planı, maliyyə hesabatlarının bir növ oxşar versiyasıdır da. Biz də bunu dəyərli yoldaşlar, biz bunu sadələşmiş səviyyəsində keçirik. Vaxtı ikən 6-7 il qabaq oturmuşuq, bunun üstündə əməlli işləmişik, araşdırmalar aparmışıq. Mənim bu araşdırmalarda yaxınlıq eləyən Kamran müəllim olub, bəlkə də tanıyarsınız, bir YATV-də təlimçidir, bizim yaxın dostlarımızdandır. Biz o vaxtı burada daha nöqtə saxlamamışıq, hər şeyi bir-bir araşdırmışıq. Ona görə də bu formada sizin üçün yanaşmalar edirik ki, belə doldursanız problemsizdir.
mən mənfəət vergi bəyannaməsi yığıb göndərirəm, heç bir uyğunsuzluq gəlmir onsuz da. Siz də bu formada əmək 5 milyon dövriyyət olsa, demək olar ki, uyğunsuzluq gəlmir. Texniki nəsə gələ bilər. Əlavə bir də problem yaranmır. Siz də bu formada tərtib eləsəniz, bir problem olmayacaq. Deməli, burada xərclənmiş pullar yazılacaq. Amma onu indi yazmırıq. Onun rahat yolu var, birazdan deyəcəm. Aşağıdan götürüb köçürdəcək yuxarı ya da aktivlərin yer dəyişməsini verəcək. İndi tələsməyək. Səhm yoxdur bizdə, dövlət qiymətli kağızı yoxdur. Bunları izah edəcəm. Kapitallaşma yoxdur, izah edəcəm. Gələcək dövrün xərcini xüsusi izah edəcəm. Hələ şey yoxdur. Digər aktiv bəyək ki 12.000 manatlıq maşın idi. Ümumi olaraq bu aktivlər hissəsi belə. Düşünəm kapital və öhdəlik hissəsinə. İndi dəyərli yoldaşlar, bu hüquqi şəxsin sistemidir. İndi fasiləni birazdan verərik. Ya fasilə verək, bir fikir bildirin, zəhmət olmasa. Fasilə verək, yoxsa davam eləyək. İstəyirsiniz bir 4-5 dəqiqə fasilə verək. Fasilə verək, indi yorulmuşsunuz siz də bir çaydan sudan için. Yaxşı yoldaşlar. Deməli, saat 10:40-da ekran qarşısında olaq, ekrandan ayrılmayın. Səssizə qoyun, kameranı bağlayın, 15 dəqiqədən sonra qayıdaq. 5 dəqiqədən sonra qayıdaq, passivləri danışaq, ondan sonra ağır məsələlərə toxunaq. Məsələdən qırağa çıxacaq. Oldu. 5 dəqiqədən sonra qayıdaq. Davam edelim. Değerli yoldaşlar, işleyebilirsiniz mi? Davam edebiliriz. Davam edeceğiz icazınız. Deməli dəyərli yoldaşlar, 12.000 kapitallaşma yox, bir aktivlərə yazmışıq. 12.000 oldu ki, yoldaşlar sual verib. Bu 12.000 istifadəyə buraxmadığımız əsas vəsaitin dəyəridir. Bu ləğv olma sebebi ondan danışarıq, tələsməyə danışarıq. Davam eləyək. Deməli, keçirik bu kapital və ötərilər hissəsinə, icazənizlə keçirik bu kapital və ötərilər hissəsinə. Biz indi hüquqi şəxsin hesab kitabını aparmışıq, fiziki şəxsin yox. Məsələ onun üçün qurulub. Bu 50.000 manat burada nizamnamə kapitalı var. Bu xərclərdə baxın bu hissə ki var, bunu bir rənglə verirəm burada. Gözünüz bu rəngləri qoy. Ağardım bu hissəni təmiz. Baxın bu hissə ki var, dəyərli yoldaşlar. Bunu məsələn qırmızı rənglə verirəm. Burada bir 50.000 manat nizamnamə kapitalı var. Biz hələ ki şərti olaraq bu 50.000 manatı şərti olaraq əslində hüquqi şəxs olanda buraya yazılmalıdır. Baxın bu nizamnamə hissəsinə, 50.000 bu xəttə yazılmalıdır. İndi bu fiziki şəxsin böyüklüyü bilməm ki, açmışıq. Şərti olaraq 50.000 buraya yazılır. Bu fiziki şəxsdə bu səhvi başqa anlam daşıyır. Başa düşdünüzmü? Hesab edin ki, bu hüquqi şəxsin bir dənə bu fərqləri burada bir aşağıdakı söz. Bu 50.000 şərti yazaq. Bu gəlir sözü nədir? Bu gəlir sözü bir növ hüquqi şəxsdəki bu sözdən üstə düşür. Yəni hüquqi şəxsdə bir növ biz xarici mənfəət deyirik, fiziki şəxsdə gəlir deyirik. Yəni gəlir termini ki var, bu gəlir termini müxtəlif nöqtələr üçün müxtəlif mənalar daşıyır. Gəlir təqdim etmənin dəyəridir, satışdan kənar gəliri var, gəlir fiziki şəxsin mənfəətidir. Yəni bu tip yanaşmalar var da. Bir də gəlir vergisidir, bir müxtəlif nöqteyə nəzərdən istifadə olunur. Buradakı gəlir sözü, əməliyyatın buradakı gəlir sözü, yəni vergi məcəlləsinin 13.2.12-ci üzr istəyirəm. 13.2.12-ci maddəsindəki gəlir sözü kimi dəyərləndirilmir də. Buradakı gəlir təmiz xeyir deməkdir, təmiz xeyir. Mən də gəlirəm hesabata, burada alqoritm durmuşdu, heç nə dəyişmədi. Burada görürəm ki 29.996 manat xeyir var. Amma 29.996 manatı icazənizlə yazıram bura. Yazdım. Sonra indi tələsməyək. Bir şey yaşaq. Bank krediti. Biz şirkət olaraq bir neçə min kredit götürmüşdük. Görürəm nə qədər bu kredit. Baxıram 80.000 manat kredit götürmüşəm. Bu 80.000 manat krediti yazıram burada sütun 2-yə. 80.000 manatı yazdım bura. İndi mənə sual verir ki, ayrışam. Bu 80.000-dən nə qədər ödəmisən, nə qədər azaltmısan əsas məbləğ olaraq? Mən də burada yazmışam ki, ödənişlər burada. Əsas məbləğdir. Bu isə kreditin faizləridir. Faizi qatmıram əsas məbləğə. Mən əsas məbləği silirəm. Ümumi olaraq 29.725 manat azaltma eləmişəm. Bunu buradan silirəm. Sonra keçirik alınmış avanslara. Bizim məsələmizdə alınmış avans yoxdur, amma bunu birazdan əlavə edəcəyik, tələsməyin. Dövlət büdcəsinə vergi öhdəlikləri. Ümumi hesab kitabla bütün vergi hesablamaları buraya yazılmalıdır. Amma bizim şirkətin bu MDS, İTS işsizliyi yox, o öhdəliyi bu aşağı yazılacaq. Bizim bu şirkətin bir dənə sadələşdirilmiş vergisi var. Heç əmlak vergisi də yoxdur. Əmlakı var amma vergisi yoxdur. Çünki vergi məsələsinin 199.14-cü maddəsinə əsasən bu mikro sahibkarların müəyyən sərhədlər çərçivəsində azad olması var. Biz də o mikro sahibkarlardan bu məsələyə münasibətdə. Ona görə əmlak vergisi yoxdur. Bu məsələmizin datalarından baxsaq 3186 manat boş vergi var. 3186 manatı götürülür hesabatda vergi xəttinə sütun 2-dən yazır. İndi bu 3186 manat vergidən nə qədər ödəmişiksə onu da silməliyik. İndi hesab kitabla belə götürək də. Bizim dəyərli yoldaşlar 4 rübümüz var. Burada ümumi alqoritmi 4 rüb üçün vermişik. Bizim 4 rübümüz var.
Dövriyyələr də bunlardır. Dövriyyələr də bunlardır belə baxsaq. Belə desək dövriyyələr də bunlardır, düzdür? Sadəcə bu 41.250-nin üstünə 300 manatda satışdan kənar gəlir. Biz normalda vergini nə vaxt ödəyirik? Bitəndən sonra. Deməli birinci rübü, ikinci rübü, üçüncü rübü ödəmişəm. Belə düşünək, dördüncü rübü ödəyəcəm yanvarda. Ona görə o artıq 2025-ə düşür də. Bu ilin əməliyyatı sayılmır. Düzdür, vergi yaranır bu il üçün. Ümumi vergi sütunu 2, amma ödənişi növbəti ildən siləcəm. Deməli mən bu hələ ki məntiqlə belə götürsəm, bu 3 ayın vergisini silirəm, bu 3 rübün vergisini silirəm, 4-cü rübü saxlayıram. Bu da 2355 manat idi. 2355 manat deyək ki, vergini ödəmişəm. Bu ödəniş çoxumuz var, o çoxdan götürməlisiniz. Sonra keçirəm, bir dənə burada qaldı, 2 dənə vacib məsələ. Bunu parçalamaq mühasiblər üçün çətin olur. Biz burada nə keçmişsə ən əsası bu ikisidir. Bu sayı kreditor borclar var, bir də digər ötəliklər var. İndi gəlin biz buna bir formada özümüz üçün tərif verək. Sayı kreditor borc nədir? Digər ötəlik nədir? Ümumi belə verirəm sizin üçün. Bu sayı kreditor borc misal üçün Azərişıq, Azəriqaz, nə bilim mal satanlar bizə qaymə göndərir və deyir ay qardaş öz kreditor borcunu niyə vermirsən? Bu artıq kreditor borcdur. Deməli biz belə başa düşürük ki, bizə gələn qaymələr ki var, maldır, xidmətdir, o bizim üçün fərq eləmir. İndi əslində icarə ötəlidir filan belədir, əlavə etsən belə başlayır. Bütün gələn qaymələr, üstəgəl alış haqlarının dəyəri, bir də üstəgəl ixalların invoice hissəsi, YGB-lərin invoice hissəsi, invoice, gömrük ödənişləri onlar ötəliyə bağlanacaq. Bu üçünü cəmləyirik, yazılır kreditor borclara. Bu digər ötəliklərdə isə qaymə, alış haqqı və gömrük bəyannaməsi ilə, yəni invoice-la bağlı olmayan əməliyyatlar. Misal üçün əmək haqqıdır, tutulmalardır, bank faizləridir, kredi faizləridir, bank komissiyalarıdır, nağdlaşdırma vergisi, ayrıca mükəlləfiyyət bank üçün getdiyi üçün bizdə ötəliyə bağlanır. Digər bu tip əməliyyatlar, yəni qaymə, alış haqqı və bəyannamədən qıran əməliyyatları digər ötəliyə bağlaya bilərsiniz. İndi gəlin biz bunu edək. Biz gəlin bunun demo versiyasını burada yaradaq özümüz üçün. Bunu gəlin hesablayaq yazaq açıqda. Bunları hesablayaq. Görə elə sayı burada misal üçün təsisçi borcu da ola bilər. Sayı kreditor borcları hesablayaq. Nə qədər bizə qaymə gəlib, nə qədər alış haqqı gəlib, nə qədər ixalı invoice var. Hamısı burdadır. Bizim qaymələr, ümumi gələn qaymələr görürük ki, bunlardır. 157.434. Götürürəm bura. 157.434. Üstə gəl. Bu malla bağlı qaymələr. Xidməti də üstünə yazacağıq. İndi tələsməyək. Tələsməyək. Sonra alış haqqı 22.000. 2 dənə nəqliyyat vasitəsi 22.000. Üstə gəl 22.000. Üstə gəl deməli, üstə gəl. İdxalın da invoice bu 2 rəqəmdir. Gözünün rəngini götürün. Baxın buradakı 34.000-dən 17.000 manat, 20.000 dollar, 10.000 dollar, 51.000 də bu il. Üstə gəl 51. Sonra yenə üstə gəl. Elə bundan bitir. Gəlirəm Excelin bu bir tərəfinə. Bu bir tərəfdə biraz təmizlik işləri görək. Bunları təmizləyək. Baxın dəyərli yoldaşlar. Siz başa sala bilin kimi, mən burada bəzi sətirlərə EGF, qaymə yazmışam. Yəni baxın bu qaymədir. Bunlar hamısı qaymədir. Bu qaymələrin sarı rəngdə verirəm. Bu da qaymədir. Bunları bir növ kreditor borca bağlayacağıq. Amma bu əmək haqqıdır, bu MDSS-dir, TSD işsizliyidir, bank komissiyasıdır, kredit faizidir və nağdlaşdırmadır. Nağdlaşdırma ilə bağlı olan əməliyyatın faiz tərəfidir. Bunları isə ötəliyə bağlayacağıq. Malın maya dəyərinin işi yoxdur. Malın maya dəyəri ambardan silinir. İndi keçirəm bu sarıları kreditor borclara işləyəcəm. Burada zaten sən məbləğ verir. Mələ ödənişlə işim yoxdur. Əsas məbləğləri götürürəm. Toplayıram 6256 manat edir. Burada texniki səhv var gözləyin. Bir də toplayıram deməli 6264 manat. 6264 manata da gələcəm 6264 manat. Cəmi hesablayaq görək nə qədər bu pul hesablandı burada. Yəni alışlarımızın dəyəri. 157.434 üstə gəl 22.000 alış haqqı, üstə gəl 51.000 invoice, üstə gəl 6264 bu da elədir 236.698. Bu 236.698-i götürüb kreditor borclara yazacağıq. 236.698. Bunu yazdıq. İndi bu ödənişini birazdan siləcəyik. Gələk ötəlikləri hesablayaq. Ötəliklər burada hansılar olacaq? Bu rozvoy belə çəhrayı rəngdə belə deyək. Çəhrayı rəngləri götürüb ötəliyə bir də gömrük ödənişlərini əlavə edəcəyik. Gəlirəm burada əmək haqqıdır, tutulmalardır, komissiyalardır. Bunları topladım. Bu elədir 20.304. 20.304 yazıram bura. 20.304 üstə gəl. Gömrük ödənişləri gömrük orqanı qarşısındakı ötəliyimiz kimi qiymətləndirilir də. Onlar agentdir. Bizdən alıb dövlətə verirlər ya da öz büdcədən kənar fonlarında yerləşdirirlər. Ona görə bu gömrük ödənişləri bunların hamısını götürək hələ ki. Bunların hamısı 21.750 manat 80 qəpik. Bu gömrük ödənişi deyil, bu xarici puldur, bu kriptoya getdi. Bunlar gedəcək 21.750-80. Deməli 21.750.80. Bunun cəmini hesablayıb yazmalıyıq. Bunun cəmini hesablayırıq. Bir dənə məsələ qaldı. Gözüm bunun cəmini 20 görüb düz verir. 304 üstə gəl 21.750.80. Bir də bu təsisçidən borca pul almışdıq. Bu təsisçidən də nə qədərsə borca pul almışdıq, onu ötəliyə bağlaya bilərik. Baxın təsisçidən borc almışam 100.000. Baxın 100.000 borca pul almışıq ki, mal almalıyıq, pulumuz yox. Bu 100.000-i də bunun üzərinə cəmləyə bilərik. Cəmləyəndə ümumi rəqəm gəlib bağlanır 142.054 manat 80 qəpik. Bunu da götürəcəm. 140 digər ötəliklərə yazacağam. 142.054 manat 80 qəpik. Deməli kreditor borcu yazdım, ötəliyi də yazdım. İndi gəlin ödənişləri silək. Nədən nə qədər ödəniş isə silək. Bu bizim borclarımızdır da belə baxanda, düzdür? İndi gələk hesab kitabla ümumi olaraq alışlarda. Baxın bu qaymələrin ödənişləri bunlardır. Bunları ödəmişəm. İndi ümumi olaraq bu burada qədər oynanır. Bərabərlik pozulur, amma dəqiq hesablamalıyıq. Gözləyin. Deməli misal üçün deyək ki 110.234 manat budur. Bu qaymələr ödənişlərdir belə deyək. Sonra 51.000, yəni buradakı pulların ödənişlərini yazırıq. Buradakı pullar 296.000. 110.000, 157.000 qaymənin 110.000 ödənilir. 22.000 baba alış haqqı hamısı ödənilir. 51.000 gömrük hamısı ödənilir. Burada qeydlər verilir. Üstə gəl bu 6.264 manatda hamısı ödənilir. Bu digər işıq, qaz falan xərcləri ki var. Bunlar hamısı ödənilir. Eyni rəqəm. Üstünə malın pulu tam ödənilir. Üstə gəl 6.264. Toplam 189.498 manat idi. Burada yazıram 189.498 manat. Bu 142.000-in içində nə idi? İşıq idi, üzr istəyirəm. Əmək haqqı tutulma və sair verilətləri bunlar idi. Bir də 100.000 də təsisçinin borcu. Burada təsisçinin borcundan başqa bütün pullar məsələdə ödənilir. Yəni burada ödənişlər verilir. Siz özünüz də buradan hesablaya bilərsiniz. Bu formada məlumatları yazdıq. Hər şeyə yazdıq, bir sətrimiz qaldı. O bir sətr arasında pul vəsaitlərini silmədik. Dedik bunu axırda eləyəcəyik. Zaten bizim xərclədiyimiz pullar ötəliklərə münasibətdə, kreditor borclara münasibətdə aşağıdadır. Demək 42.000 bu pul bizdən çıxır. 189.000 kreditor borclara çıxır. 2.000 vergi ödəmişəm, 29.000 kredit ödəmişəm. Başqa heç bir ödəniş yox. Həmin pulların cəmi bu idi. Bu məsələyə münasibət. Həmişə bu eləmir. Burada avans olanda rəqəmlər başqa çıxır. 263.000 pul xərcləmişik. Götürürük 263.000 silirik və görürük ki, nida itmədi. Harada texniki səhvimiz olub, onu düzəldəcəyik. Rəqəmlərdə səhvlik var. Gözün taparıq onu dəyərli yoldaşlar. Deməli 263, 632. Görək o fərq nə qədər oldu? 2842. Bir də saniyə. Harda sansı rəqəmi toplamamışıq. Deməli 278.842 çıxılsın. 278.302. 540 manat. Yanacağın pulu fərq göstərir. Tələsməyin dəyərli yoldaşlar. Yanacağı mən burada hesablamadım. Yanacaq. Bizə saniyə üzr istəyirəm. Ola bilsin 2 dəfə hesablamışıq. Bizdə fərq harda çoxdur? Yuxarıda 842-dir, aşağıda 302-dir. Hə.
Tələsməyək. Ola bilsin ki, burada bu yanacağı mən cəmləməmişəm. Kreditor borclarda səhvlik ola bilər. Gözün dəyərli yoldaşlar. Yenidən bir hesablayaq, belə texniki xətalar olur. Yenidən hesablayaq. Siz də baxın kömək edin mənə. Deməli, ümumi olaraq biz kreditorları bir əzəldik. 157.434 qaymı alışı. 22.000 alış haqqı. 51.000 invoice'un dəyəri. Üstə gəl burada tələsməyək. İcarə, işıq yanacaq, hamısı hesablanır. Bu sarıları gəlin bir də cəmləyək. Deməli, bunları belə götürürəm, bunu belə götürürəm. Bayaqki rəqəmə çıxdı yəni. Tələsməyək tapar. 6.264. Bizim kreditorumuz 236.698. 236.698. 142.80. Burada arada səhvlik var. Biz harasa nəysə silməmişik. 540 manat fərq verir. Fərq verməməlidir. Bir də diqqətlə siz də baxın, arada mən yoruluram, belə şey olur, qarşılıq yaranır. Hani bir yaratıcı bunlar çıxır. Ola bilsin burada 2 dəfə nəzərə almışam, o ola bilər. Mənim orada sarı ehtiyatlarda 2 dəfə alındı. 540 baxın orada. 1.4. Sarı ehtiyatlarda var. Amma dövrün sonunda 0-dır da o. Bunu bir yanacağa yandırmışam, ona görə silmişəm. O düzdür. O düzdür. Sadəcə 230 min içində ola bilsin nəsə səhvlik var. Bir də yoxlayaq. Ola bilsin, amma 230 min tərəfə keçmədik. Bu gözün burada bir də alışına baxa bilər. Deməli, bir də toplayaq. Müəllim 12.000-dən 7.500-ün cəmini hesabladınız bayaq. Bəlkə ondan ola bilər. Necə? Bir də deyin zəhmət olmasın. Konkret yanacağa baxın. Bayaqları 12.000-dən 7.500-ün cəmini hesabladınız, ola bilərmi? Onu hanı dedim sən? Burada deyirsiniz. Burada deyirsə bunun məsələ aidiyyatı yoxdur. Əgər onu nəzərdə tutursa. Özüm bir də bunu dəqiq fikir olan varsa zəhmət olmasa bildirsin, yəni iddiası olan varsa desin. 157. Texniki səhvliyin harasını səhv eləmişik. Bir də hesablayaq. Üzr istəyirəm bizə. Yaddan çıxdı. Mən bayaq da bir görməmişəm. 130.184. Hə, səhv eləmişəm. Bu dayanacağı 2 dəfə hesablamışam. Baxın dəyərli olur. Mallara səhv yazdım. Malların summası səhv yazdım. Baxın, bizim aldığımız o texniki beyin bu dərsi 4-cü həftədə keçirəm. Rəqəmdə beyində alışqanlıq yaradıb. Bir dəfə səhv elədim, həmişə səhvdir. Onun 157.434 manat, baxın belə deyək. Mal almışıq, bu elədir bu. Bu bizim ambara girişimiz, düzdür? Bir də bu gömrük ödənişlərindən mayanı götürəndə 72.750-80. 72.750-80. Mən yanacağı aşağıda yazmışam. Yuxarıda nələrsə hesablanır. İkisini cəmləyəndə, bunların ikisini cəmləyəndə 230.184 dedim. Mən burada 230.724 yazmışam. Bu səhv. İndi götürək bu 230.184.80-ni, hələ oradan da baxdıq. Niyə belə yazdı? İndi düzəlməlidir. İndi qayıtdı. Yanacağı 2 dəfə həm mallara vurmuşam, həm sahib tərəfə. Deməli 278.302 manat aktivimiz var. Bütün bərabərliyi eyni çıxmalıdır. Bu birinci səhvin üstünün altısı ilə 278.000-dən, ikinci səhvin üstünün altısı eyni rəqəm olmalıdır. Amma bu demək deyil, həmişə eynisə düzdür. Bəlkə mən burada maxinasiya eləmişəm. Amma belə bir hesablam yoxdur da, düzdür hesabı. Bu hesaba tamamlandı. İcmal bölməsində və buradan təsdiqli göndərə bilərsiniz. İndi mənim sizə demək istədiyim əlavə vacib informasiyalar var. Ümumi inşallah layihənin sonunda bu videoları götürüb özünüzün təhlillər apararsınız. Onlar öz yerində. Yazarsınız, qeydlərinizi götürərsiniz, ehtiyac bilirsiniz. İndi gəlin burada vacibi nüanslar var. Mən alınmış avanslardan verilmiş avansları ayrıca izah edeyim. Bu çox vacib nöqtədir. Və buna mənfəət gəlirdə demək olar ki, çox adam əməllər. Birinci alınmış avans yox. Yaxşı, birinci alınmış avans bu daha rahatdır. Verilmiş avans çətindir. Alınmış avans nədir? Yəni biz bir vergi ödəyicisi olaraq dəyərli yoldaşlar, avans ödənişlər qəbul edirik. Avans ödənişlər. Misal üçün. Hə, düz. Deməli, misal üçün bizə 5000 manat avans ödəyirik. Bizə pul ödəyirlər. Bunun vergi tutma heç bir aidiyyatı yoxdur. Biz dedik ki, avans pul vergi yaratır. Sonra deyirəm ki, bu il 5000 avans almışdım, 4000 qayməsini göndərmişəm. Mal qayməsidir. Üstə gəl bu 4000-in də maya dəyəri 3500 manatdır. Yəni 3500 manatlıq malı 4000 manata satmışam. 5000 avans aldığım adama satmışam, hələ ona 1000 manat da borcum qalıb. Avans kullanmışam, hələ mal verməliyim. Bunun alqoritmini buradan dəyişirik. Buradan yeni bir sətir artırırıq ki, avans qaymə. Yəni avans aldığım malın real qayməsi. Nədir yazılır bunlar bəli? Axşam xeyir olsun bir zəhmət. Bu bilirsiniz alınmış avans elə alındığı dövrdə vergiyə cəlb olmalıdır da. Sadələşdirilmiş dərsi. Ədəbi baxımından. İnşallah çaşacağı elə deməyək, biz ədəbi dərsi keçmirik. Sadələşmişdən danışın. Mən ümumiyyətlə ədəbi baxımından deyirəm. Bəli, biz sadələşmiş keçirik, amma ədəbi baxımından cəlb olunur. Mən ona belə deyə toxunmaq istədim ki, bu baxımdan cəlb olunur. Hə, düzdür, tamam edir. Deməli dəyərli yoldaşlar, bu avans qaymə. Yəni 5000 almışdım, 4000'in qayməsini yazdım. Mən deməli burada 4000 özümə gəlir yazdım. Alqoritmləri dəyişib gəlirləri artırdım. Baxın 4000 gəlir artırdım, avtomatik bütün data dəyişdi. Üstə gəl. 4000 satışın mayası var, 3500. Deməli ambardan əlavə 3500 mal gedir. Yəni mən burada mal istifadəsi bu 83202 var, 83202 var. Bunun üstünə bir 3500 material artırıram. İndi oldu düz. Vergi də dəyişdi, xaric gəlir də dəyişdi, xərclər də dəyişdi, gəlir də dəyişdi, hər şey dəyişdi. İndi gəlin bunu hesabatda düzəldək, yazaq, heç bir şey hesabat yerində qalacaq. Aktiv və passivlərin dəyəri azalıb arta bilər. Deməli birinci 5000 pul almışam. Həmin 5000 pulu nə edirəm? Burada alınmış avanslar var. Mütləq bunlara hesablamalar gəlir. Alınmış avansa yazıram ki, qardaş 5000 pul almışam. Sonra bu bir tərəfdə yazıram ki, 4000 qayməsini yazmışam. 1000 manat qalıb. Bu belə. Sonra vergilər dəyişdi. Vergi oldu 3266. Gəlirəm burada vergi hissəsini eləyirəm 3266. 3266. Gəlir hissəsi də dəyişdi. Gəlirimiz oldu burada baxanda 30416. Satış çoxaldı, gəlir artacaq. Xalic gəlir. 30416. Bunu eləyirəm 30416. Bu 29000, 30416. Bunu nida verəcək. Hələ bu düzəlmir. Sonra qalxıram yuxarı. Bu mənə 5000 pul gəlmiş daha. Bu pul vəsaitini işləməliyəm. Bu 5000 manatı burada 389 minə cəmləyirəm. 394.300 edirəm. Hələ bundan yenə düzəlmir. Qalxıram yuxarı bu mallardan da 3500 azaltmalıyam. Çünki satışın mayası var axı xərcə yazdım. Gəlirəm bu ambardan 8000, 83200 yox. Üstünə 3500 gəlirəm 86700 silməliyəm. Bu 86700 yazıram. Ondan sonra bu qırmızı nida etdi, hər şey yerini tapdı. Başa düşdünüzmü? Avanslar belə işlənilir. Aldığımız avanslar. Pulu yazırıq, qayməsini silirik, malı silirik. Xidmət olanda da mal silirik. Xidmət özü bağlı xalis məbləğdə. Bir dənə xidmətin avansı olsa, malın avansı olsa, o başqa cür olur. Ümumiyyətlə xidmətin avanslara yox, gələcək ilin gəlirlərinə yazılır. Onu təhlil edirik tələsmə. İndi burada belə bir bölgə yaradırıq. Bugünkü işimizin ən çətin tərəfi budur. Ən maraqlı, ən faydalı, ən çətin tərəflərindən biridir. Verilmiş avanslar. Çox vaxt mühasibə bunu əlavə bir də göstərmirlər. Baxın, avans ödədim mal üçün. Mal alacağam gələcəkdə. Avans ödədim, iş və xidmət üçün deyək. Avans ödədim, yazıram bura, xidmət üçün. Gəlin bunları tənzimləyək. Deyək ki, mən bir şirkət olaraq mən ödəmişəm, bu hesabatı yığaq. 50.000 zavoda pul ödəmişəm ki, mal alacam. 3000 manat da bir şirkət ödəmişəm ki, X bir xidmət alacam.
Deməli dəyərli yoldaşlar. Bunun hesabatda yeri olacaq 1.9, bunun hesabatda yeri olacaq 1.10. Deyək, biri gələcək dövrün xərcidir, biri xərci deyil. Deməli biz 26 nömrəli Nazirlər Kabinetinin qərarına əsasən bilirik ki, və ya vergi məsələsinin 71-ci maddəsində də yazılıb ki, malı verdinsə qayməsini yazmalısan. Yəni gəl belə bir düşüncə yaradır bizdə. Baxın mən 50.000 avans ödəmişəm. Mənə malı verəcəklər, qayma yazacaqlar mənə. Həmin gün qayma yazacaqlar. Burada istisna var, 5 gün məsələsi, 3 gün məsələsi. İndi mənə həmin gün zavod qayma yazacaq. Bu mal mənə gəldisə, bu xərc deyil ki, malı gətirir zavod yığıram anbarıma satacam. Mal saxlanma xərci çevrilir və yaxud istifadə olunanda, istehlak olunanda və yaxud xarab olunanda da çoxdan silinir də. İndi mənə dəyərli yoldaşlar, 50.000 avans ödəmişdim, mal gəldisə, mən bunu praktik elm tərəfi deyirəm. Malın qaymasını gəlməyə xərc demək deyil. Amma 26 nömrəli qərar yazır ki, yenə maldakı kimi bir növ xidmət üçün pul ödəmişəm 3000 manat. Məsəl üçün mən hansısa bir kursa 3000 manat pul ödəmişəm, gedirəm ora dərsə, mənə dərs keçirlər. Dərs bitən gün 5 gün ərzində mənə qayma göndərməlidir. Deməli, qaymanın mexanizmi budur. Malı təhvil verdinsə qayma yazmalısan, xidməti təhvil verdinsə qayma yazmalısan. Xidmət müzərrəd anlayışdır. Deməli, xidmətin qayması mənə gəlirsə birbaşa xərc. Xidmət arası otağa falan yığa bilmirik ki, qabın içinə yığa bilmirik, düzdür? Deməli, malın qayması gəlirsə xərc deyil birbaşa, amma xidmətin qayması mənə gəlirsə işıqdır, filanı deyil, işıq dəsmaldır, yox, işıq azərbaycan xidmət başçılığı ilə. İşıqdır, filan servislərdir, filan təlimlərdir, qayma gəldi birbaşa xərcdir. İndi sözü hara gətirirəm? Deməli, mənim mal üçün ödədiyim avanslar birbaşa xərc deyil. Yəni gələcək dövrün xərcinə yazıla bilməz. Amma mənim xidmət üçün ödədiyim avanslar gələcək dövrün xərcidir. Çünki qayması gələn kimi xərc olacaq. Şimdi başa düşürsə demək istəyirəm. İndi buna bir 2-3 alqoritmdən baxaq. Vergi orqanı deyir ki, göstəriş verir ki, bizə daxili qaydada, deyir ay yaşa. Sən xidmət üçün avans ödəmisənsə bu yaz bura. Nə qədər ödəmişəm? 3000 manat. 3000 manatı yaz bura. İndi 12000 hələ verirəm burada üstə cəmlə belə. Hələ keçirəm şərt var. Deyir 3000 manatı yaz bura. Yaxşı yazdım. Mal üçün 50.000 ödəmişəm. Bu digər aktivdir. Yəni 50.000 pul vermisən, yerinə 50.000 mal gələcək. Aydın yoldaşlar. Bu 50.000-i bura yazın. Deməli xidmət üçün ödədiyimiz avansı, mən bu sətirlərə texniki yox, belə məntiqi fəlsəfi yanaşmaq istədim ki, başa düşək. Xidmət üçün ödədiyimiz avansı bura yazılsın, çünki gələcək dövrün xərci olacaq birbaşa. İndi orada təmin xərci funksiyası var da, bu başqadır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmini birbaşa gələcək xərci deyil. Amortizasiya falan, o dərinliyə çox getməyək. Normal bir xidmət üçün avans ödəyirsizsə, onu bura yazırsınız. Mal alışı üçün avans ödəyirsizsə bura. Sonra qarşı tərəf sizə qayməni göndərəndə silirsiniz buradan. 50.000 zavoda pul vermişdim, 48.000 qayma vurub silirəm. 2000 hələ qaldı, getdi gələn. İndi bu məsələnin bir tərəfi. İndi gəlin məsələni qəlizləşdirək. Bununla bir silirik bunları. Silirik bunları. Silirik. 12.000 qaytarıram yerinə. İndi başla 3000-dən gedək xidmətlə. 3000 avans yazdım. Bu nə deməkdir? Bu avtomatik aktivlərin yerləşməsidir. Mən bunu 3000 yazmaqla nə deyirəm belki? Deyirəm ki, 3000 qarşı tərəfə pul ödəmişəm. Mən pul vəsaitindən 3000 silməliyəm, bəli, silməliyəm. 3000 silirəm, bərabərliyi düzəldirəm. Tələsməyin. 263.632.80. Üstə gəl 3000. Deməli burada 266.000 pul silinməlidir. 632. Bu qırmızı nida getdi. Bu oldu aktivlərin yerləşməsi. Gələcəkdə bunun qayması gələndə avtomatik gəlin bunu biz qayma sistemində işləyək. Deyək ki, bunun qayması gəlir. Gəlin burada əlavə bir sətir yaradasın üçün, əlavə bir sətir yaratdın. Deyək ki, 3000-li bir ekstra xərc yaratdın. Məsələn, indi təlim, indi burada təlim davası eləməyəcək, təlim xərcə gedib getmir. İndi bu başqa bir təlimdir. Təlim xərci 3000 yazıram. Avtomatik rəqəmlər dəyişdi, düzdür? Heç vergi dəyişmədi. Bir də xalis mənfəət 3000 azaldı. Çünki xərc üstünü çoxaldı. 27416. Gəlirsiniz bura, gəliri 27000, hardan mən gözləyim. Gəliri 27416. Məsələ qutardı. Yəni xidmət nə düzəlmədi? Üzr istəyirəm. Əlim yuxarıdan deyəsən silmişdiniz axı onu, yoxsa ona görə də. Ola bilər. Gözüm düzəldirəm. 12000, 3000. Hə, bunu üstünü buradan silməliyəm. Qayma gəlib baxın. Bunu silmədim. Bu pul idi, vermişdim, indi qayması gəldi, üstünü də silməliyəm. İndi düzələcək. Yəni avans ödədiyim puldan silib qoyacağam. Həmin avansın real qayması mənə gəlsə, puldan silirəm, xalis mənfəətdən azalır. Xərc yarandı, xərc yarandı. Bu belə. Mal üçün amma məsələ biraz qəlizdir. İndi biz götürək bu bərabərlik itməsin deyə bunun üstünə cəmlənməlidir. 12000 qırağa yazıram özüm üçün ki, bərabərlik düzəltmiş qalsın da. 12000 qırağa verir, sonra cəmlərim üstə. İndi mal üçün avans ödəmişəm 50. Buradakı məsələ dəyişir. Yadda saxlayırsınız ki, avans pul ödəmisinizsə, onun qayması gələndə kreditor və ötəri yaratmır. Yəni ona baxmırsınız da. Yuxarıda bağlayırsınız məsələn. Yuxarıda bağlanır. Aşağıda çünki pul vermişəm, qayma gəlirsə, kreditor yaranmır, borc yaranmır da, düzdür? İndi 50.000 mən pul ödədim. Gəlib puldan 50.000 də əlavə silməliyəm. Deməli bu 266.632.80 üstə gəl 50.000. Bu elədi 316.632.80. Aktivlərin yerləşməsi, pul getdi, avans yarandı. İndi bu 50.000 mal gəldi. 50.000 malı mənə zavod verdinsə 50.000-i silirəm buradan. Düzdür, qayması gələn kimi silirəm. Siz illik çoxdan götürəcəksiniz. Deməli mal gəlirsə ambarda malı artırmalıyam. İkinci dəfə aktivlərin yerləşməsi olur. Qalxıram yuxarı, 1-2 50.000-də mal yazıram. 230.000-i bunu toplayaq, yorğunum, səhv eləməyək, bir də səhv axtarmıram. 230.184.80 üstə gəl ambara 50.000 mal. Ya da əsas vəsait ola bilər. Başqa mexanizm kapitallaşmaya da gedə bilər, başqa məfhum var. Bunu deyirəm 280.000 malı artırdım. Nida yenə düzəlmə, hə, burada 7 qəpik səhv getdi. Nida yenə düzəldi. Ambarda mal artırdım. Aşağıda işim yoxdur, nə kreditorda, nə başqa bir məsələdə. Aydın insan malı satıram, xərc o başqa məsələ. Bu ümumi mexanizm olaraq mən bu nöqteyi nəzərdən sizin üçün alınmış və verilmiş avansların müqayisəsini yaratmaq istədim ki, bu dərsdən bir əlavə də fayda götürək. Sonra burada başqa sətirlər də var. İstəyirsiniz bunlara tələsməyin. Bunları biz onsuz da bir gəlir vergisi webinarına qoşularsınız. Həm də sizi bunun onsuz da əlavə bir başqa versiyasını orada keçirəm sizə. Bu ədəbi qarışıq keçirəm, aləmə qatacam orada bir-birinə. Bu günün məncə bəsdir. Bir nəticə çıxardıq da bu gün biz dəyərli yoldaşlar nə öyrəndik? Ya bir dənə əlavə edeyim, şirkətin zərərə çıxmağında deyim yekunlaşdıram. Şirkət zərərə çıxanda gəlir olmayanda 27000 olmayanda necə olacaq? Deyək ki, dəyərli yoldaşlar. Baxın məsələni dəyişir. Bunu da deyim, sonra sözü verirəm sizə. Bu 86.000 mal istifadəsi var burada. Deyək bu 86.000 deyil. Bu 130.000. 130.000 mal satmışam. 15.000 avtomatik xərci soxatdım, zərərə düşdüm. Belə olanda nə olur? Gəlirəm 130.000 ambardan 130.000 mal satıldı. Düzdür, 130.000-i silməliyəm. Qalxıram mal materiala. Bu 86.000-i silib 130.000-i edirəm. Malı sildim. Bir də bu ortadakı fərq ki var. Bir də üzr istəyirəm. Bizim gəlirimiz mənfiyə çıxıb axı. Gəlirəm burada bəyannamənin aşağı hissəsində bu gəliri silirəm. Gəlir yox, artıq ziyan var. Bunu silirəm. Bu zərər nə qədərdir? Bu da yordu bizi. Bu zərər 15.884. Zərəri götürüb digər aktivlərə yazmalıyam. Çünki bu gələcəkdə kompensasiya olunacaq. Aktiv gözü ilə baxılır da buna. 50.000-in üzərinə gəlirəm. Bu zərər 15.884. 65.884. 65.884 nida yerə getdi. Gələcəkdə bunu xalis mənfəətlə kompensasiya edirik. Gələn illər gəlirimiz olanda 15.000-i silirik, aşağıda da gəlirdən, yəni xalis gəlirdən azaldır.
Bu tip 50 dənə 100 dənə misal çəkmək olar. Hələ ki tələsmir. Hələ ki tələsmir. Kapitallaşdırmanı da yoldaşlar soruşdu. İndicə müəllim cavab vermir. Yorulacaq. Yəni bu qədər ehtiyac yoxdur hələ ki. Ümumi olaraq nəticə etibarilə biz bu misal üçün yoldaşlarla da biraz söhbət edək, bu reklamlar fasında belə deyək. Biz misal bunları çox böyük üzrə nəzəriyyət öyrənmişik də. Ondan xahiş, bunun yanına get, bundan soruş, ki vergilər bunu sual ver. Onu elə 7-8 il qabaq bunlar uğraşmışıq, vuruşmuşuq da belə deyək. Mən bunu rahatlıqla sizə təqdim edirəm. Çoxunuz deyək ki, lap bilirsiniz. Lap deyək ki, hamınız bilirsiniz. İndi mən yenə bölüşürəm sizinlə. Zaten bu mövzular çox vacib mövzulardır. Bu izahlar çox vacib izahlardır. İndi mənfəətli usulsuzluğunu izah edəndə görərsiniz ki, biz sizlə burada bir yerdə logikası necə oyunlar çıxardırıq, yaxşı mənada qanunu necə tətbiq edirik burada. Bu iş anlaşılacaq. Bizim bu 2 aylıq layihəmizin ana başlığı və əlavə bir deyək. Buna qaydacı yəni. Buna elə qaydacı. Aydın yoldaşlar. Əlavə bir iki məlumatı diqqətinizə çatdırım, ondan sonra sözü verəcəm sizə. Ondan sonra bir iki məlumat üzr istəyirəm, bir iki məlumatı diqqətinizə çatdırım. Deməli, bizim hal-hazırda tədris mərkəzimizin saytı yaxında istifadə edilir. Sayt hazırlayırıq, hazırlanır demək olar ki, başqa problem olmaz. Sayt adi bir sayt deyil, yəni sıradan bir sayt deyil. Azərbaycan saytı deyil. Xarici şirkətlərlə müqavilə bağlamışıq ki, xarici platformada Udemy formatında bir yer almışıq. Udemy bilirsiniz, savadlı insanlar. Bizim ödənişsiz dərslərimizin çoxu həmin saytda olacaq. Rahatlıqla izləyəcəksiniz, rahatlıqla təlimçilə əlaqə keçəcəksiniz. Webinarlarımız, dərslərimiz hamısı saytlarda olacaq. Çox ki, maksimum dərslərimiz o sayta yüklənəcək, sizə giriş veriləcək ki, 1-2 ay sonra izləyə bilərsiniz. Bu bir yenilikdir, o sayt böyük fayda verəcək. Misal üçün, əgər canımız sağ olsa onu tamamlayarıq. Deməli, böyük məbləğdə xərc çəkmişik. İnşallah ki, bunlarla böyük məbləğdə xərc çəkmişik. Xarici əlaqələrə görə xərclərimiz çox çıxdı. Bu saytın özəlliyi olaraq sizə məlumat vereyim. Məsələn, bəyənnamələr təlimi 400 manatdırsa, biz onu orada 40 saatı parçalamışıq. 5 manat ödəyə, 10 manat ödəyə, o dərsi al bax, misal üçün, istədiyi al bax. Bu komfort yaratmaq istədik ki, kimsə çox adam bilib 400 manat verməsin də kursa. Zaten 20 manat ödəsin, getsin əlavə öyrənsin. 10 manat ödəsin, misal üçün filan şey öyrənsin. O baxımdan insanların əl satmağı üçün və gəlir əldə etmək üçün onu fikirləşmişik. Bu birinci məsələ. İndi bir 3-4 günə bizim komanda olaraq qərarımız veriləcək. Bu sondakı mərasimdir. Bu mərasim inşallah ki, işlərimiz düz keçsə sıradan bir mərasim olmayacaq. O mərasimdə iştirak üçün bir nəfər başına düşən xərc 100 manat olacaq təxminən. Onu siz ödəməyəcəksiniz. Sizdən heç bir pul alınmayacaq onunla bağlı. O pul bir formada qarşılanacaq, mən onu planlamışam. Sizdən başqa da digər şəxslər dəvət olunmayacaq o tədbirə, qonaqlardan başqa da. Sizin hamınıza bir müraciət göndərəcək. Kimlər iştirak edəcəksə dəqiq bizə deyəcək ki, mən dekabrın 8-i misal üçün olacaq tədbirdə iştirak etmək istəyirəm. Çünki böyük şəhərdə olacaq, Gürcüstanda olacaq, ya Marifdə olacaq. Məqsəd nədir bunu keçirməkdə, onları danışarıq. İçəri girdinsə bir nəfərdən 100 manat yazılır artıq xərcimiz ayağımızda. Biz bron edirik də yerləri, stol başında belə deyək. Ona görə də hamımızdan soruşanda mənə dəqiq deyərsiniz. Gəlməyinizi birinci istəyirəm, gəlməməyinizi arzulamıram, gəlin. Mən orada sayı lazım ki, toplu olaq, komanda olaq. Orada yaxşı söhbətlərimiz olacaq, bahalı hədiyyələrimiz olacaq, təlim paketləri olacaq. Həm də ən az hələ pulla ölçülən məsələləri qoyuram. Ən azından bir-birimizi görəcəyik, tanış olacağıq, insan olaraq bizə tanış olacağıq. İnsan amilindən güclü bir amil yoxdur, insana yol açır. Tanışlıq yol açır insana. Həm də mənə də əlavə təkliflər gəlir, dəyərli yoldaşlar. Məsələn, mənə böyük təşkilatlardan təkliflər gəlir ki, 50 lira mühasibə bir yerdə sizə səhər yeməyi verirəm. Müəyyən məqsədləri vardır, müəyyən məhsulları reklama eləmək istəyirlər və s. Hələ onlara vaxtımız yoxdur. Bir də böyük tədbirlərimiz olacaq inşallah. Görüşlərimiz baş mühasiblərlə, aparıcı mühasiblərlə. Amma bu layihədə bütün tədbir iştirakçıları iştirak edirlər. Mənim danışmaq istədiyim bunlar. Və bu təlimlərə qoşulmayanlara da video qeydlər verilməyəcək. Siz qoşulursunuz, sağ olun, sizin hamınıza veriləcək. Dərsin əvvəlindən qeydlərimizi götürürük də, artıq bilirik demək olar ki, kim hansı adla qoşulur. Əlavələriniz varsa buyurun, açıq səsimizi danışa bilərsiniz. Mən sizə eşitmək istəyirəm. Bugünlük mənim danışmaq istədiklərim bunlardır. Növbəti layihəmizdə yaxın günlərdə elan olunacaq. Sizə sürpriz başqa bir təlim layihəsində düşünmüşük. Məqsədimiz odur ki, vergi savadlılığını bir yerdə ölkədən aradan qaldıraq. Demirəm, siz savadsızsınız. Siz elə suallar verirsiniz, mən gedib 2 saat araşdırıram. Uşaqlar arada elə qəribə sual verir, mənə lazım olmayıb. Sual verirlər, gedib mən savadlandıram sizin sayənizdə. Bu vergi savadlılığı ilə bağlı ölkədə bir komanda yaradaq. Təxminən 1000 nəfərlik komanda düşünürəm. 1000 nəfər elə bir yerdə olar. 1000 nəfər elə bir yerdə olar, biliklərimizi çoxaldaq. Gələcəkdə sizin üçün çalışan TMS almaq rahatlaşdıraq, bir rahat bir versiya fikirləşərək. Məcəlləni istəyirəm sizə keçib komissiyasında sıfırdan sonra kimi bir qismət olsa, məcəllənin 220 maddəsini bir sizə keçəcəm. 20 manat 30 manat dəstək üçün pul verərsiniz, müəyyən xərcləri qarşılayaq. Məcəlləni istəyirəm ki, dinləyici olduğum halda yoruldum. Evet Cəlalə xanım. İnşallah bu məsələləri yoluna qoyarıq. Biz izləmədə qalın. 19 oktyabr webinarına da qoşulun. Tamam başqa bir webinar olacaq. Yəni bu günə kimi pul dərslərimizdə üstün olacaq. Başqa bir cədvəllər, başqa bir materiallar üzərindən keçiriləcək. Digər məsələ, başqa bir əlavəm yoxdur. Bu qədər. Danışdım, sizi yordum, sizi belə bəlkə iyrəndirdim dərslərdən. Üzr istəyirəm sizdən hər birinizdən. Belə. Allah eləməsin müəllim, hər şey qaydasındadır. Təşəkkür edirik. Xeyirli olsun o layihəmizdə. İnşallah yararlanarıq. Elə hal-hazırda belə deyək, yüksək səviyyədə yararlanarıq bu necə deyirlər, proqramımızdan. Başqa izin olsun. Hər şey yaxşıdır. Minnətdaram mən şəxsən. Çox sağ olun. Əlavəniz varsa edə bilərsiniz. Etirazınız da varsa bildirə bilərsiniz. Mənim salam axşamınız xeyir olsun. Mən bir dənə sualım olaydı. Bəli, buyurun. Mən keçən dərs olmamışdım. Bu dərs qoşuldum. Hələ əlaydı çox ekspertlərlə qoşula bilmədim. Bəli. Bir də bu Excellərlə bağlı bir dənə Excel servisdə bir dənə sualım var idi mənim. Orasını nəsə bir baxdım, şey elədim. Nə soruşdunuz? Burada bu gəlirlər bölməsi var idi. Qaymələr yazmışdıq. Aşağı gəlin zəmin illik övriyyən yazmışdı. Orada faizlər var idi. O faizlər harda işləyəcək, nəyə yazacaq? Burada Bu 30% məsələsidir dəyərli yoldaşlar. Bu vergi məcəlləsinin 218.5.9 və 5.10-cu maddələri var ki, yəni biz bunu qaymə ilə bağladıq bu söhbət haqqında sizlə. Yəni qaymə yazan sadələşmiş ola bilməz demişdik. Belə bir ad qoymuşduq bu maddəyə. Amma aşağıda bizə data verir ki, 30% icazə verirəm qaymə yazmağa. Bunu da onun üçün hesablamışam ki, baxın, yəni bu rəngi götürək, biraz da şrifti böyüdək ki, daha bu önəmli məsələdir, çox önəmli məsələdir, yaxşı da sual. Baxın birinci il 700 manatlıq qaymə yazmışam. Qalan əməliyyatlar qaymə deyil, birini pərakəndə formatda cəryan edir. Ümumi dövriyyəni çıxartmışam. Ümumi dövriyyə çıxartmışam ki, ümumi 35.900 manat edir bu üçüncü. Bunun neçə faizi qaymədir, neçə faizi pərakəndədir? 1.95% qaymədir. Əgər bu misal üçün bu olsaydı 35%, bu olsaydı 65%, artıq növbəti ildə sadələşmiş ola bilməzdi. Onun üçün yazmışam. Yəni bunu bəyannamədə də təsəvvür edirəm. Ola bilməz bir də onun üçün. Siz özünüz bunu tənzim edirsiniz, kitabı bağlayırsınız sadələşmiş şəkildə belə bir hadisə olursa. Bildim, başa düşdüm. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Şəmbəlim, bir dənə üzr istəyirəm, bir sual da məni burada narahat elədi. Bu mal alışı zamanı gələn qayməni xərcə silmirik dediniz. Əslində mən bunu elə qaymə ilə xərcə silirdim. Bunu da biraz ki mən səhv eləmişəm. Bu nəyə əsasən bunu bir dənə xahiş edirəm. Düzdür, gecdir. Yox, problem deyil. Mən üçün gec deyil. Mənə xoşdur, gec amma xoşdur. Mən izah edeyim sizə. Baxın, misal üçün illik yanaşsa, deyək ki 2024-cü ildə sadələşmiş vergi bəyannaməsi, mən fərqi yoxdur, eyni formatda. Deyək ki sizə elektron qaymə gəlir. Mallar üçün qaymə gəlib 150 min manat misal üçün belə deyək, xidmət üçün gəlib 35 min manat.
Bu 35 min manat birbaşa xərcdir. Bunun sürətinə ehtiyac yoxdur hələ ki. Bu 150 min malı sən alıb satmısansa xərcdir. Satmamısansa xərcdir. Satmısansa siz deyən, satmamısansa bu aktiv ambarda bəlkə bunu geri qaytardın. Bəlkə bu xarab oldu. Xarab olanda xərc olmur misal. Aydındır, aydındır. O nöqteyi nəzərdən. Hə, mən təbii ki, satışla əlaqədar o satışda xərcə gedir axı. Mən onları düzgün başa düşməmişəm. Hə, satış eləmişsə siz deyən. Bizim fikrimizi mən düzgün başa düşməmişəm. Aydındır. Bax, bu aydındır. Təbii ki, o gedir məsələn 701-dən xərcəsin. Bəli, bəli. Bəli, bəli. Minnətdaram, sağ ol. Buyurun, təşəkkür edirəm. Müəllim, son bir dənə sual verin, bunun haqqında yormayalım. İnşallah son olmaz deyin. Problem Bir deyil. dənə bunu da deyim. Bax, bir də biz əlavə birdə orada yazdığı vergi tərəfini ki, məsələn, gəlirlərin bu qədər, xərclərin bu qədər, bu qədər. Əlavə bir də gəlir yazsın, nə xərc yazsın. Onu düzgün. Yox, şey deyirəm, o vergini çıxartmaq üçün gəlir, xərc, yerdə vergi qaldı. Bəli, bəli, bunu deyirsiniz. Alternativ. Bəli, bunu deyirəm. Burada prosta biz bunu niyə yazdıq, orasını başa düşmədim. Nə barədə deyirəm? Biz sadələşmişdə zaten dövriyyədən vergi ödəmirik. Əlavə bir problem yox. Əlavə bir balansdır. Balans hesabladım. Hə, o balans üçündür bu prosta. Yəni sadələşmiş vergi ödəməklə bağlı heç Yox. Bu əlavə bir üçün bizə mütləq qaydada lazımdır. Hə, aydındır. Çox Bəli, misal sağ üçün siz, xoş. Misal üçün siz 2000 manat uşaq evinə yardım edirəmsiniz. Nəsə alıb vermisiniz uşaq evinə. Düzdür? Onun burada işi yox. O 2000 manat gəlib birbaşa bu gəlirdən silinməlidir, bir də puldan silinməlidir. Misal gəlirdən çıxan xərc ümumi alqoritmə salınır da. Burada icra yanaşmaları var. Bunu inşallah gəlir bəyannaməsində izah edərəm sizə bazar günü olanlarda. Aydın, çox sağ olun. Siz sağ olun. Əlavə suallar ola bilər. Necə? Axşamınız xeyir olsun. Axşamınız xeyir. Yenə təşəkkür edirəm belə gözəl izaha görə. Bir sualım olacaqdı. Bu əlavə bir ilə bağlıdır sualım. Orada biz baxın burada rüb üzrətdə düzdür bizdə. Yoxsa bu Əlavə bir üzrə. əlavə bir il üzrədir. Bəli. Biz burada gələcək dövrün xərclərinin gəlirlərini yazırıq. Bəli, yazırıq. Orada məsələn silinmələri sonra necə həll edirik? Yəni gələn il silinmələr verir yoxsa gələn dəfə biz buna Misal üçün gələcək dövrün başa düşdünüz. Gələcək dövrün xərcini danışdıq. Gəlirini deyirsə misal üçün xidmət satan şəxslər avans alanda gələcək dövrün gəlirinə salır da 6000 misal üçün. Sən 6000 avans almısan, onun qayməsini yazmısansa, sil yazmamısansa qalsın gəlirin burada belə. Düzdür? Bu artıq növbəti ildə bu 6000 əvvələ qalıb olacaq. Növbəti il bunun qayməsini yazanda buradan silərsən. Biraz bərabərlik yerini tapacaq. başa düşmürəm. Bəli, çox gözəl. Çox sağ olun. Qaymə yazılanda elə bir ki, müəllim, bu gələcək dövrün xərclərindən silinir. Yəni qaymə gələndə gələcək dövrün gəliri biz qaymə yazanda silinir. Gələcək dövrün xərci bizə qaymə yazanda silinir. Bəli. Yoldaşlar yavaş-yavaş azalır. İstəyir yekunlaşdıraq. Gələn dərs daha maraqlı mövzudan davam edəcək inşallah. Yekunlaşdırın. Satdığımız mal qaytarılırsa xüsusi nəsə qeyd edəcək, bəli edəcək. Onu gəlir bəyannaməsində izah edəcək inşallah. Satdığımız malın modal tərtibini dəyişir. İnşallah onu da keçək. Maraton. Bunlara qoşularsınız. Orada da Sağ olun, gedək xeyir, sağ olun. Sağ olun, xeyirlər. Çox sağ olun. Sağ olun.